Əziz Kodstar izləyiciləri, 2025-in ilk podkastına başlayırıq. Bu podkastımız biraz fərqli olacaq. 2 hissədən ibarətdir. Bir özümüzün danışmaq istədiyimiz hissələr, bir də izləyicilərdən gələn suallar. Ona görə də yavaş-yavaş başlayaq və ilk hissəni başlayaq. Özümüzün danışmaq istədiyimiz hissəni başlayaq, bitirək. Ondan sonra artıq izləyicilərin suallarını da bir-bir cavablayacağıq. Getdik. Birinci sual odur ki, təməl proqramlaşma dedikdə ciddi nələr tədris olunmalıdır? Alqoritmlərdir, data strukturalardır, onların analizidir, paradigmalardır, proqramlaşdırmada olan əsas iki dənə paradigma var. Funksional proqramlaşdırma və obyekt yönümlü proqramlaşdırma. Minimum bunlar tədris olunmalıdır və ciddi şəkildə praktikada olunmalıdır. Yəni sadəcə açar sözlərini istifadə edib biz bunu keçirik demək düzgün deyil. Bəs yaxşı, o zaman sual yaranır. Tech-stack-lə proqramlaşdırmanın fərqi nədir? Tech-stack sadəcə şaxələnmədir, sahədir, dəyişir. Yəni ən çox dəyişən bir hissədir. Amma proqramlaşdırma bilikləri, bacarıqları dəyişməyən bir hissədir. Proqramlaşdırma onun tətbiq olunan bir hissəsidir. Və proqramlaşdırmanın olmağı tech-stackdən, yəni texnologiyadan asılı deyil. Çünki texnologiyalar vaxtaşırı dəyişir bir neçə ildən sonra. Texnologiyanın olması, inkişafı proqramingdən asılıdır. Yəni bu nüvəsidir. Proqramlaşdırma mütləq olmalıdır. Elə zaten bu söz demişkən, növbəti suala belə ardıcıllıqda belə gəlir ki, bu dəqiqə bilirik ki, Java dili çox məşhurdur. İndi Go da artıq görürük ki, artıq məşhurlaşır. Və sual belə ki, niyə Java və Go developerlər C++ bilməlidirlər? Mən ümumiyyətlə deyərdim ki, təkcə Java, Go yox, C++-u bütün developerlər bilməlidirlər. C++, assembler. Niyə? Çünki C++-la proqramlaşdırmanı öyrənən insan dərindən başa düşür ki, operasiyon sistemi necə işləyir, yaddaş necə işləyir. Yəni ümumiyyətlə bütün mexanizmi başa düşür deyənə, onun üçün senior yoluna çıxmaq çox rahatdır. Üçüncü nüans. C++-la proqramlaşdırmanı öyrənmək birbaşa garantiya verir ki, sənin heç vaxt heç bir proqramlaşdırma dilində heç bir problemin olan deyil. Sənin üçün yəni proqramlaşdırma dili problemi demək olar yoxdur. O arxada gedən proseslər deyirsən, onu bilməsək nə olacaq ki? Çünki bəzən onlar ya avtomatlaşır, ya nə bilim, yəni daha asan versiyası var da, yəni mütləq deyilmi ki, onun necə olduğunu biz tamamilə dərk edib anlayaq? Əla sualdır. Başlanğıcda yox. Başlanğıcda hələ bir hiss var ki, buna ehtiyac yoxdur. Çünki nəsə eləyirsən, nəsə bir nəticə alırsan. Amma peşəkar layihələrə başlayanda sənin sadəcə üzdən baxmaq məsələyə bəs eləmir. Sən dərindən başa düşməlisən sistemlər necə işləyir. Onu dərindən başa düşməsən effektiv və secure proyekt yaza bilmərsən. Bir də deyərdim ki, problem həll edə bilmirsən. Bir də çünki problem həll edə proyektlərdə bilmirsən. elə challenge-lar olur ki, elə işlər olur ki, orada yəni bilinən metodlar yoxdur. Ona görə də məsələn dolu deyilmi? Bütün forumlar bunu necə eləyim? Hamısı ayrı-ayrı кейslərdir və hər şey üçün avtomatlaşma yoxdur. Yəni avtomatlaşma nə üçün var? Da 100 min, 200 min insanla eyni proyektlərdir. Məsəl üçün sual qoyula bilər ki, app-la web arasında chat sistemidir. Düzdürmü? Audio, video call necə eləyək burada? Normal adam deyəcək ki, bu mümkün deyil. Yes, bu çox çətin məsələdir. Bəli, çox çətin məsələdir. Biz indi son vaxtlar bu gizli deyil ki, əsasən Anderson uşaqlar hazırlayırıq. Tələbələrimizin artıq ikisi işləyir orada sıfır təcrübə ilə və maraqlı burada bir nüans nə yaranır? Niyə Anderson işə qəbul zamanı dərin proqramlaşma dilinə fikir verir? Tələbələrimiz hal-hazırda orada olan həm qəbulda, yəni texniki intervyuda və texniki intervyudan sonra da onların treyninq prosesini izah eləyərdim. Qəbulda da sırf proqramlaşdırma fundamentləri soruşdular. Okey, deyə bilərsiniz ki, Java-da, amma başqa dildə də soruşa bilərlər. Bir dil olmalıdır da proqramlaşdırma, amma fundament proqramlaşdırma dilinə görə dəyişmir. Onlar texnologiya yox da, sırf hələ qabaqcıl proqramlaşdırma konseptlərini öyrədirlər. Yəni yeni başlayanları. Və Anderson onu nəyə görə eləyir? Anderson başa düşür ki, texnologiya onsuz da
gündən-günə dəyişən bir şeydir. Texnologiya fundamental bir şey deyil və bugünkü gün AI-ın inkişafı ilə və bəzi texnologiya biliklərini rahat insana çatdırmasından onun nə dərəcədə mənasız olmağını göstərir həm də. Yəni bu dəqiqə qabarıqlıdır o problem və amma Anderson başa düşür ki, proqramlaşdırma dəyişən bilən deyil və həqiqətən də tələbələrim orada əziyyət çəkirlər. Yəni yaxşı mənada əziyyət çəkirlər. Hər ayın axırı onlara challenge verirlər. Sırf fundamental yanaşma ilə bağlı, paradigmlərlə bağlı həm nəzəri hazırlayırlar, həm də ki praktik olaraq hazır. Onda bir belə sual yaranır ki, yaxşı Anderson kimi qlobal şirkətə tələbə verə biliriksə, niyə ölkə çapında biz tələbə belə deyim də, tələbə işə qəbul reytinqimiz heç də ürəkasan deyil? Burada faktorlar çoxdur. Faktorlar odur ki, o ənənə hələ ki bizdə formalaşmayıb. O ənənənin formalaşmamağın simptomları nədir bizdə? Məsələn, tələbələr adi internshiplər açılır bizdə, vakansiyalar açılır junior, mid, senior pozisiyası üçün. Və tam da bizim tələbələrimiz o tələbatlara çox vaxt uyğun olur və müraciət eləyirlər. Amma nə hə cavabı gəlir, nə də ki yox cavabı. Burada HR-ların böyük etikadan kənar hərəkətlərini görürəm. Böyük yüksək səviyyədə qeyri-peşəkarlıqlarını görürəm. Çox şirkətlər və HR-lar sadəcə real ciddi məqsədi yoxdur kimisə götürməyə və sadəcə bir quş qoymaq üçün ki, biz də vakansiyamızı paylaşdıq. Recruiting marketing edirlər onlar elə ki. Hə, recruiting marketing. Yeni növ marketing. Yeni növ marketing. Yəni biz də varıq bazarda, adam axtarırıq. Hə. Amma reallıqda heç kimə cavab verməkdə. Bu məsələdə məni ən çox məyus eləyən nədir? İstənilən beynəlxalq şirkətə, yəni hətta yazsalar ki, kritik belə deyim, yazsalar ki, məsələn, buna uyğun deyilsiniz, məsələn, ancaq bu insanlar müraciət edə bilər. Sən yenə də müraciət etsən, boş CV ilə də belə sənə cavab yazacaqlar. Ki, hədir, yoxdur, nəyi bəyənirik, nəyi bəyənmirik. Yəni dünyanın o başından bir şirkətə CV göndərirsən və onlar olan HR-ı mütləq sənə cavab verirlər. Amma burdan bura bizim HR-lar cavab vermirlər. Cavabı qoydum qırağa. Cavabın başını burax. Mənim maraqlı nədir? Akşin necə oldu ki, Azərbaycanda neçə dənə bankın intervyusuna getdi, baş fərqli müəssisələrə getdi intervyuya. Heç bir yerdə müsbət cavab almadı, getdi Anderson kimi qlobal şirkətə işə düzəldi. Bəli. Akşin səhv eləmirəmsə 4 intervyu fail eləmişdi. Bir dənə intervyu özünü tamamlamamışdı, yəni onu da bilirdi, amma kifayət qədər yaxşı nəticə vermişdi. Qalan 3 dənəsi sırf əzbərçi suallar, hansı ki Akşin motivasiyadan düşmüşdü hələ yanaşmaya görə. Çünki əzbərçi peşəkarlar əzbərçi suallar da verəcək. Yəni əzbərçi peşəkar, yəni əzbərçilikdə peşəkardır. Reallıqda peşəkar ola bilməz o. Amma Anderson alqoritmlər, data struktura, obyekt yönümlü proqramlaşdırma, Java üzrə kifayət qədər ciddi suallar verdilər, məntiq testləri etdilər, soft skillləri yoxladılar və ingilis dilinin sərbəst danışmaq bacarığını da yoxladılar və hal-hazırda Akşin Andersondadır. Hətta mənim yadıma gəlir, o vaxtı biz Akşinə deyəndə ki, biz bunları sadəcə öyrən, səndən soruşacaqlar da bunlar. Bəli. O demişdi ki, əgər mən bununla işə girəcəmsə, mən ümumiyyətlə proqramlaşma lazım deyil. Bəli, bəli. Əgər buradakilərin əzbərçi suallarına görə mən durub proqramlaşdırmanı öyrənəcəmsə, yəni o detalları, mənə o lazım deyil. Akşin iddialı idi öz fikrində, həqiqətən də özünə layiq bir yer tapdı. Okay. Düzdür, indi biraz mövzumuz gedir AI-ya. Heç sevmirəm bu AI mövzularını. Yəni LinkedIn-də gördüm ümumiyyətlə. Nə bilim, hamı danışır da bu AI-dan da. Yəni istifadə edirsən də amma. Okay, istifadə edirəm, amma ki sən necədir? İstifadədən çox böyük şişirdilir bəzən. Baxıram ki, nə bilim, biri satış adamıdır, AI-dan oturur elə danışır. Yəni sən necədir? Yoruluram da. Baxıram ki, yəni nə bilim, yəni çox informasiya gəlir və trash çoxdur. Yaxşı informasiya gəlmir. Yaxşı informasiya gəlir və hər öz beyninə görə də bunu analiz edir və onu da cəmaata sırıyırlar. Aləmlər orada bir-birinə də. Tələbə baxır, deyir Allah, biri belə deyir, biri bloqerin çıxdı, belə danışdı. Və keçən biri qoyub telefonla kompüteri qoyub. Yəni onu açmışam, sonra görürəm başqa bir bloqer. Yəni bu sən necədir? Sadəcə reytinq xətrinə bunu yığırlar və iyrənc bir hala gəlib də bu artıq bu AI-ın necə deyim də. Açıram nə bilim 40 dənə AI tool, okey də bildik, başa düşdük. Var, yaxşıdır. Kim necə istifadə edirsən.
Amma məsələn mən heç vaxt oturub deməmişəm ki də, yəni AI-ın sırf bu toolu bunu belə olacaq. Yəni biraz o hissəni görmürəm də, yəni necə deyim məsələn, o məsuliyyəti üzərimə ala bilmərəm də mən. Yəni burada bir məsuliyyət söhbəti var da. Yəni mən o işin içində mən ümumiyyətlə anlayırammı AI necə işləyir? Mən inandırım sizə ki, 95% AI-dan yazan adamlar anlamır ki, AI modelləri necə işləyirlər, AI hansı prinsipdə başa düşmürlər də. Prosta başa düşür ki, filan dənə orada bir YouTuber bir dənə trendə düşdü, bir 100.000 baxış yığıbdı. Aha, burada bir Dolly var. Amma bir dənə Dolly-dən yazaq, burada bir şey var. Yəni elə deyil də, bu dünya elə işləmir də. Biraz yəni bu informasiyanı verəndə biraz çeyinin, baxın, görün, anlayırsınızmı özünüz, anlamırsınızmı? Yəni o hissəyə biraz getmək istəyirəm. Çünki tələbələrin çoxunda bu dəqiqə və bu sən söhbət nədir? Bu növbəti etapda təhsilə çox böyük 100% ziyan vurur. Bu qeyri-professionalların oturub hər şeydən professionalca danışmaqları, anlamadan, bilmədən bu gedir sonda təhsilə, nə bilim, adamların, elə adam var demotiv olur, elə adam var depressiyaya düşür, elə adam var deyir nə olacaq? Sən sırf proqramlaşmanı öyrənmək istəyən sırf proqramlaşma getmirsən, məsələ proqramlaşma deyil. Mən oturmuşam, məsəl üçün atıram. Mən bir kontent yazıram da. Adam gəldi orada görürəm ki, 5 dənə content creator yazır ki, filan kontenti qoydum belə oradan. Mən məsələn heç vaxt ChatGPT-dən kontent yazmamışam mənə də və yazmaq da istəmirəm. Çünki mənim özümün bir dəstək xəttim var da. Onu heç vaxt ChatGPT mənim yerimə yaza bilməz və yaxud da fərqli AI yaza bilməz. Mən bilirəm ki, onu mən necə yazamalıyam və o mənim ürəyimcədir yoxsa yox. Nəsə bir input ala bilərsən. Amma o demək deyil ki, oturum elə baxırsan ki, kontentə baxanda bir neçə də süni də, ChatGPT-də yəni oxuyanda zaten bilirsən ki, yəni bu insan beyni deyil, məhsulu deyil. Və o tipdə də yanaşıram. Yəni hər tipdə proqramlaşdırma olsun, dizayn olsun. Yəni bilirəm ki, bu çox adamların problemidir də. Yəni o influencer oturur, dizaynerlər acından öləcək. Niyə? Bir dənə orada bir şey çıxıbdı. Gör video. Arkadaş elə deyil. Yəni amma dünya o tərəfdə işləmir də. Məsələn qeyd eləyim, sənin o misal gətirdiyin bir tip adamlar var. Mənim məsəl üçün izlədiyim adamlar var. Onlar sadəcə hər dəfə AI-dan istifadə edirlər. Deyirlər ki, AI bu işi ya bacardı, ya bacarmadı. Məsələn, burada bir var professional yanaşması. Mən bunu razıyam. Onu oturub izləyən adamın ortaya bir arqumentasiya qoyur, nəsə bir eksperiment qoyur. Bir də var çıxıb sadəcə trendə görə danışırlar da, yazırlar ki, ay AI belə getdi. Ortada heç nə yoxdur, bir arqumentasiya yoxdur. Hardansa bir, nə bilim, Michael da bunu ağılda olan biridir. Elə o da bir trendə düşmək istəyir. Orada oturub ağzına gələn bir şey yazır. Gəlib düşürlər trendə. Görürsən ki, ailəm gedir dəyir bir-birinə. Necə ki o bir ara şey gəldi o. Nədir o biz çıxıb danışmışdıq o. Intel. Devin. Dünya dağıldı. Nə oldu qardaş? Bax sual verirəm də. Dünyanı dağıtdılar yalanlar. Nə oldu? Devin AI proqramçılar öldü. Biz daha podkast çəkdik. 15 min yaxın baxış oldu. Cəmaət deyir, siz çox biləcəksiniz. Ay nə oldu deyə həmin adamlar çıxın da. Bir də qeyd eləyək ki, biz 2 il bundan qabaq dediyimiz AI barədə hər şey bugünkü gün nöqtəsinəcən düz çıxıb. Yəni sən atma dediyini, demədiyini, bunlar çıxıb iddia ilə qoydu ortalığa ki, yox, bu belə olacaq. Qardaş, bu yaradan bunu, işini görən adam bunun səsini çıxarmır, demir bunu belədir, hayladır. Yəni biraz o hissədə qıcıq yaranır məndə. Baxmaq istəmirəm. AI görəndə birdən skor edib gedirəm. Yəni heç ümumiyyətlə o məzmunu qeyri-ciddi olaraq yanaşıram və çevirən gedirəm. Sən tək deyilsən. Məncə bir çox insan buna artıq. Və ona görə biraz bu AI danışında biraz ehtiyat edirəm. Ki nə qədər bizim verdiyimiz məzmun insanlara maraqlı olacaq. Bu məsələsi var. Ona görə AI-dan qaçıram. AI tərəfə çox getmək istəmirəm. Amma belə baxıram ki, nə qədər qaçacaq da biraz bu hissədə danışmalıyıq. Çünki tələbələrin 10 sualdan 6-sı AI ilə bağlıdır. Yəni bu ciddi məqamdır. Yəni bezmişəm ki, yəni hamı yazır ki, AI. Ona görə ki, podkastda bir 4-5 suallıq hissə olsun ki, bu AI-ın müəyyən hissədə nöqtəsini qoyaq. Bir də bəzi hissələr var ki, onlar ümumiyyətlə təlimdə danışılacaq. Onlar podkastda o barədə məlumat verməyəcəyik. Okay. Ümumiyyətlə AI agentlər. Danışmaq istəyirmi AI agent barəsində? AI agentlər bu gün çox hype-dadır. Bəli, və hype-da da olmalıdır. Çünki elə bir fit tapdılar ki, kiçik-kiçik hissələrə ayırıb AI-yə müəyyən tasklar verirlər və müəyyən orada arzuculuq qurmaqla doğrudan nəticə əldə etmək olur. Amma məsələn hər hansısa bir şirkət bütün customer servisini hələ həvalə edə bilmir. Amma proqres var ki, biz bu yanaşma ilə harasa gedib çata bilərik. Və ona görə də bu gün məsələn yəqin ki AI agent məsələsi olmasaydı, bu gün AI-yə olan investisiyalar artıq çöküşə gedərdi biraz. O da ola bilər. Bu 2025 bəli AI agent sözündən dolacaq. Mənə gəlir bu 2026-da davam edəcək.
Və mən hər bir kəsə məsləhət görərdim ki, bunu özü yoxlasın. Sadəcə olaraq YouTube-da məsəl üçün girir, yazır ki, məsəl üçün 30 dəqiqəyə AI agent yaratdım müəyyən bir sektor, məsələn customer service olsun, satış olsun, e-mail göndərmək olsun. Bunu özləri yoxlasınlar. Make.com var, bacarırlarsa kodinq eləsinlər, müəyyən platformalar var. Hiss eləsinlər ki, bu nə işə yarayır. Çünki bu ola bilsin ki, yəni bunun potensialı böyükdür. Hətta biz özümüz də bəzi proseslərimizi, yəni mənə hal-hazırda ağlımda var ki, sırf bir linkdə olsun, kodsuzlarda olsun, üstəm məsəl üçün Vision Code-da sırf OOP məsələsində olsun, kodsuzlarda olsun, dilbildə olsun, hətta you will speak-də ola bilər. Məsəl üçün onları da təklif edə bilərik ki, o kiçik AI-lar, yəni şirkətin daxilində hansı ki insanlar qaçırlar o işləri görür, yorucu işlərdir. Onu AI-nin üzərinə atmaq məsələsidir. Elədir. Təkrar növlü işləri, onu məsələn kontentə çevrilib verbal formata, qrafik formata onu AI agentlərinə olur avtomatlaşdırmaq. Orada da o dəqiqə pula qaçmasınlar ki, bu dəqiqə mən bunu elədim. Bizə təhsil elə baxırıq da, bir dənə YouTube-a baxırıq, beynimizə bir dənə sual gəlir ki, mən indi bunu oturub işləsəm mənə pul verəcəklər yoxsa yox. Yəni bir anlayışları olsun ki, bu nədir? Özləri əgər işıq görürlərsə, danışsınlar, bir biznesmenlə danışsınlar, desinlər mən belə bir şey eləmişəm. Baxaq görək bunu necə eləyə bilərik, yəni. Çünki potensialı çox böyükdür. Hal-hazırda böyük feillər də var. Məsəl üçün bir şirkət var, lovable.dev. Sırf front tərəfini AI ilə yığır. Tamam, deyirsən ki, bunu elə, onu elə. Databaza hissəsini başqa platformada eləyirsən, məsəl üçün Airtable-da eləyirsən. Tam back-endi necəsə düzgöş eləyirsən orada, ya chatla, ya nəsə başqa bir toollar da var ortada. Çox adam onu istifadə elədi. Dedi, bir yerə qədər gəldik, çatdıq. Sonra bir dənə də prompt yazdım. Dedim, bu da olsun. Bütün veb-sayt çökdü. Yəni bunun hal-hazırda limitlər var. Bəzi adamlarda çox ciddi alırlar bu söhbəti. Bu söhbəti yəni həddən artıq çox ciddi almaq lazımdır. Nə də hafif almaq lazımdır. Sadəcə o test eləmək lazımdır, düşünmək lazımdır ki, mən bunu harda istifadə edə bilərəm. Çünki ola bilsin ki, siz elə bir tayin və kiçik bir hissə taparsınız ki, onu çox qəşəng həll eləyər. Yəni heç bir səhvsiz də. Məsələn, Rüstəm onun Vision Code-unu tapıb. Yes, bir çözülmüş məsələ qoyursan ortalığa artıq. Bəli, amma onu da yerindən durub tapa bilmirsən də. Gərək nəsə eləyəsən. AI tam eksperimentdən keçib, nəticələr ortadadır. Nəticə odur ki, AI-dan ancaq yenə də peşəkarlar faydalana bilir. Qeyri-peşəkarlar AI-yi istifadə edib produkt çıxanda o produktlar zərərdən başqa heç nə vermir. Okay. Bəs yaxşı, LLM modelləri haqqında nə düşünürsən? Elmi olaraq, yəni belə deyim, məqali olaraq çoxdandan var bu model. Böyük dil modeli çoxdandan var. Sadəcə OpenAI tərəfindən birinci dəfə tətbiq olunub bu model və nəticə verməyə başlayıb. Adətən spesifik süni intellekt modelləri var. Məsələn, YouTube-da axtarış edirsiniz, sizin baxdığınız videoların zövqünə görə TikTok olsun, Instagram olsun, spesiallaşmış neyron şəbəkə modelləri var da. Və yaxud da ki, şahmat, AlphaZero, bunlar spesiallaşmış neyron şəbəkə modelləridir. Böyük dil modelləri daha çox nəhəngdir və daha çox iş görə bilən bir modeldir. Hansı ki, daha sürətlidir. Bəzi şeylərdə transformativ model deyirlər ona. O riyazi struktura gedib dayanan bir şeydir. Və eyni anda da məsələn bu qanuni ardıcıllığı tapa bilir deyən informasiyalarda. Hətta gözlənilməyən nəticələr verir. Məsələn, ona öyrətməmişik biz dildən dilə tərcümə eləməyi. Amma dildən dilə tərcümə eləyə bilir. Ola bilsin Google Translate qədər yaxşı tərcümə eləmir bəzi şeylərdir. Hətta belə hallar olub ki, məsələn, 5 dənə dil var, 4 dənə dili bilir, 5-ci dil barədə informasiya verilməyib, amma mümkün qədər 5-ci dil barədə özü generasiya eləyib, ortaya çıxarda bilib ki, bu dil necə ola bilər. Yəni belə inanılmaz bir də görə insanlar üçün demək olar mümkünsüz olan qanun ardıcıllıqları böyük dil modelləri tapır. Və İnsanları da ən çox hype dediyinə bayaqlar. Məsələn, tutaq ki, böyük şirkətlər bir səs-küy buraxır və cəmaət özü başlayır arxasıca davam eləməyə ki, bu belə elədi, əl elədi.
reallıqda onları çaşdıran nədir? Bu dil modelləri, bunlara o qədər informasiya verilir ki, bütün internetin informasiyası bunlardadır. Və o qədər nəhəng hesablama gücləri var ki, yüksək serverlər istifadə olunur ki, orada. Sən ondan nəsə soruşanda sənə elə gəlir ki, o düşünüb onu cavab verir. Halbuki hardansa gedib tapıb cavab verir sənə. Və yaxud da ki, sən ona bir dənə problem verirsən, ağır görsənən problem. Onu həll edib verirsənə, elə bilsən ki, özü həll edib. Reallıqda sən heç Google-da tapa bilmədiyin informasiyadır. Onlar yeri gələndə Deep Web-i də analiz edir. Hətta müəllif hüquqlarını pozaraq da OpenAI bir dəfə çıxmışdı o söhbətdə. Müəllif hüquqlarını pozan kontenti də araşdırır, GitHub-da kodlarımıza baxır. Yəni sırf informasiya əsaslı gedir. Virus da hər yerdə var. Hə, hər yerdə var. Sırf informasiya əsaslı gedir və gətirib qabaq. Və bu da gözəllikdir. Nəyə görə? Çünki sən daha Google-a ehtiyacın yoxdur. Həqiqətən GPT çıxandan mən Google-da ehtiyacım yoxdur. Düzdür, GPT mənə ideal cavab vermir, amma mən peşəkaram deyənə o cavabı özüm üçün tamamlaya bilirəm. O şeydə problemim yoxdur. Bəs yaxşı, hal-hazırda proqramlaşdırma sahəsinə necə təsir edir bu? Çox qəribə təsir eləyir. Əslində bu çox vacib nöqtədir. Proqram bura bir zəhmət bizim tələbələrin ChatGPT ilə bağlı bir təcrübəsini də ala belə. Ümumiyyətlə proqramlaşdırmanı öyrənən zaman ChatGPT-ni düzgün istifadə eləmədinsə, sənin öyrənmə prosesin məhv olmuş səviyyədə olur. Bu bir. İkincisi, süni intellekt və LLM modellər bu dəqiqə bu sferə necə təsir edən gələndə bir neçə şey deyəcəm orada. Böyük şirkətlər ki, süni intellektin istifadəsində junior proqramçılar, yeni başlayan proqramçılar düzgün treyninq eləməyiblər deyənə daha çox deyirlər ki, AI-dan kod yazmağa, generasiya eləməyə çalışın. Juniorlar proqramlaşdırma qabiliyyətlərini itiriblər və yaxud da ki, tam formalaşmağa qoymayıblar hazır. Və üstəlik onların ortaya çıxartdığı nəticə ciddi security problemləri var o proyektlərdə və ciddi qeyri-optimallıq və ciddi səhvlər var. Və sonra da AI ilə generasiya olunmuş proyekt kodları juniorlar əlində. Onları düzəltmək olduğundan 1000 dəfə daha baha başa gəlir. Yəni o halda ki, sən proyekti silib sıfırdan yığmağın daha yaxşıdır. Və o süni intellekti ancaq yenə də peşəkarlar düzgün istifadə edə bilər. Bugünkü gün AI böyük şirkətlərdə daha çox seniorların əlinə verilir və juniorlardan artıq daha çox real proqramlaşdırma biliklərini tələb edirlər. Çünki onsuz texnologiya aid tech stack deyə bilərdim. O GPT-dən tez bir zamanda götürə bilirsən o informasiyanı. O artıq sənin informativ assistantındır. O sənin problemi həll edən deyil. Yəni şirkətlər onu çaşdırmışlar ki, bu sənin problemi həll edəndə hələ yanaşmışlar. O da çox ciddi fəsadlara gətirib çıxartdı. İndi isə mənim proqramlaşdırma bacarıqlarım və üstəlik də bilik bazamı daşıyan bir interfeys, yəni informativ assistant. Bunların ikisini düzgün istifadə eləsən, produktivlik inanılmaz qalxır yuxarı. Sürət deyək də daha çox. Sürət, bəli. Bu alət, yəni hər bir belə deyim də, tutaq ki, sən dizaynersən, sən rəssamsan. 10 il bundan qabaq çox da növ karandaş yox idi məsələn, tutaq ki, çox da belə deyim funksionallıq yox idi. Amma sən rəssamlığı bacarırsan da və vaxt keçdikcə bu alətlər inkişaf eləyir, universallaşır, optimallaşır, qiyməti aşağı düşür və sənin də işin sürətlənir. 10 ay bundan qabaq ChatGPT bu qədər bizim tələbələr arasında yəni yayılmamışdı. Məsələn, adi bir şeydən bir mövzu, looplar mövzusu. Məsələn, tələbə varsa bir ay yarım, 2 ay məşğul olur looplar üzərində. Amma indi ChatGPT ilə artıq tələbə görürsən ki, biraz daha sürətlənib və həmçinin orada bir cheating variantları da əmələ gəlir ki, köçürmək üçün istifadə edeyim, özüm düşünməyim, atım ora cavablar hazır gəlsin. Biz indi otururuq artıq onun qabağını almaq üçün midterm edirik ki, okey, sən bunu özün eləmisən, yoxsa sən bu ChatGPT-dən prosta oğurlamısan. Yəni bu sənin öz beyin məhsuludur, yoxsa birbaşa sən bunu hazır götürmüsən, yəni. Bir də onlarda o tələbələrdə nə problem olur? ChatGPT hər bir problemi həlləmir. Onlar yeni başlayandılar deyənə mən daha çox populyar misallar qoyuram da. İstərsəniz internetdə var, ChatGPT onlara cavab verə bilir. Amma qabağa getdikcə 1-2 dənə misal qoyuram ki, görmə orijinal misal. Onu həll edə bilmirlər heç cür. Və onu həll edə bilməməkləri o deməkdir ki, əvvəlki misalları özləri eləməyiblər. Proqres eləməyiblər ki, gəlib burada dirəniblər. Onda junior sözü artıq redefine olur. Bəli.
Junior pozisiyası dəyişmək üzrədir. AI bugünkü gün seniorların qiymətini çox yuxarı qaldırıb. Yəni təcrübəli proqramçıları inanılmaz qiymətini qaldırıb. Və bugünkü gün şirkətlər daha çox juniorun əvvəl AI-dan qabaq junior daha çox texnologiya biliyinə görə götürürdülər şirkətlər. Bugünkü gün junior daha çox proqramlaşdırma bacarıqlarına görə götürürlər. Normal dilə gətirsək, hamı bizə nə istəyir? Taskı verdin, adam sənə iş gətirsin. Bu qədər. Bunun da dərinliyinə çox getmək lazım deyil. Durub hər nöqtəni kiməsə izah elə, onu elə, bunu elə. Hər şey hamı istəyir ki, o niyə 6 ay Anderson oturur Andersendir. Anderson. Və yaxud da ki, digəri mənim özüm də mən bir dənə adam yetişdirmişəm, 6 ayımı xərcləmişəm o adamı. Ondan əvvəl Rüstəmin tələbəsi olub. Bu gün vəhşi kimidir. Çünki bir dənə taskın verdin, adam gedir işini görür, başa düşürsən. Bu qədər sadə. Yəni hər bir kəs öz-özünə sual verməlidir ki, mən gedirəm bu pozisiyaya. Mən bunu eləyə biləcəm yoxsa yox. Mənə task veriləndə gedib 1000 dənə sualla qayıdacam, yəni iş verəndə, yoxsa gedib işi görəcəm. Elə bu sualı verəndə tam hər şey aydın olur. Düz deyirəm. Düz. Bəs yaxşı AI limitləri barədə. AI bugünkü AI-nin limiti çoxdur. Birincisi artıq bugünkü gün tam bəllidir. AI nədə kömək eləyə bilər, nədə kömək eləyə bilməz, necə istifadə olunmalıdır və limitləri nədədir? Birincisi limit ondadır ki, sən onun məsələn OpenAI digərləri fikirləşirdilər ki, sən bu LLM modeli nə qədər böyük eləsən, o qədər ağıllı olacaq. Yox, əksinə nə qədər böyük eləsən, o qədər də hallyusinasiya deyirlər də ona, hallyusinasiyalar olur, səhvlər verir. Yəni o artıq limitinə çatıb o. Yəni bugünkü gün AI-ın bacarığını görürsünüzsə bu modelin. Bundan o tərəfə çox da bir şey gözləməyin. Bu bir. Artıq limitinə çatıb. İkincisi, bu nədə faydalıdır, nədə ziyan vura bilər. Məsələn, ziyanı nədə vurur? Yaradıcılığı öldürür. Məsələn, bu gün adi məzmunların çoxusu AI ilə, süni intellektlə generasiya olunub deyənə. Orijinallıq itib ortadan. Məsələn, yeni bir mən artıq əvvəlki kimi bloq oxuya bilmirəm. Çünki hiss edirəm ki, AI ilə generasiya olunub. Yəni tənbəlləşdirib, üstəlik düzgün istifadə olunmayan IT şirkətlərində juniorların bacarığını aşağı salıb. Çünki juniorlar gəlirlər adətən özlərini inkişaf elətdirmək, AI düzgün onlara təhvil verməyiblər deyənə, düzgün strategiya işlətməyiblər deyənə, əksinə onlar əzbərçiyə çönüblər və bugünkü gündə cəzasını çəkirlər. Sonra AI belə deyim, proyektlərə çox böyük zərbə vurub, həddindən artıq. AI ilə generasiya olunmuş proyektlər daha çox, düz insan kontrol ilə generasiya olunub, hər şeydə özü eləməyib. 10.000-ə başa gələsi proyekt AI ilə qurulan. Marketə çıxandan sonra artıq istifadəçiləri olandan sonra məlum olur ki, elə bir ciddi problemlər var ki, proyektdə həm qorunma cəhətdən, həm də ki, optimallıq, effektivlik tərəfdən. Və onu həlləmək üçün artıq peşəkar developerlər, yəni distinguished injinerlər deyim də, onlar milyondan çox qiymət oxuyurlar. Sən AI ilə generasiya elədin kodu, hələ bildin ki, qabağa düşəcəksən, bu problemi mən həll edirəm, amma filan qiymətə. Yəni, əksinə bacarıqlı proqramçıların qiymətini qaldır. O var. Gigant şirkətlər var ki, bu dəqiqə AI-ın zibilinə çox pis düşüblər. Və hətta böyük şirkətlər var ki, dizayn şirkəti, o müdiri çıxıb deyir ki, biz AI generasiyalı dizaynları çox test elədik. Və o bir dənə iddia elədi ki, AI generasiyalı dizaynlarla işləməsinlər digər şey, çünki brendə inanılmaz zərər vurur. Belə. Məsələn, deyirlər ki, AI onsuz da hazır loqo sənin üçün düzəldir, belə eləyir. Okey, hazır loqolar onsuz da insan düzəltdiyi hazır loqolar vardı. Nə qədər web, girib oradan götürün. O AI-dan qabaq da var. AI copy paste eləyə bilər onu. Yəni AI-ın pozisiyası marketdə informativ assistantdır. Gözəlliyi ondadır ki, bir sistem sənin üçün bütün informasiyanı vermək qabiliyyətindədir. Yəni əvvəl proqramçı, baxın, mən şəxsən özüm nədə əziyyət çəkmişəm də bu software injiner olmaqda. Bacarıqdan əlavə nə qədər bilik bazası daşımalıyam mən. Yəni bilik həddindən artıq çoxdur da, yəni informasiya həddindən artıq çoxdur. Amma bugünkü gün mən GPT ilə biliyi daha da
çox da daha fikir vermirəm. Mən əsas bazanla gedirəm. Yəni mənə artıq baza bəs eləyir ki, mən bu istənilən yeni texnologiyaya ChatGPT-dən çox rahatca girib, çox sürətli və çox yüksək səviyyədə nəticə verirəm. Yəni bunu əvvəl eləyə bilməzdim. Okay. Aslında bayaq bir yaxşı məqama toxundunuz orada. Juniorlar. Yəni bu gün bizim ən yaralı yerimiz də reallıq budur. Gəl real danışsam. Ölkə reallığı nədir? Bu günlərin ölkə reallığının juniorların 95%-i tek-tek öyrənib iş axtaran juniorlardır. Bəli. Bu yoldaşlardır. İndi bunun artıq günahı təqaüd proqramlarıdır, kurslardır, nələrdir, onu mən bilmirəm, ora getmək istəmirəm. Amma faktiki olaraq vəziyyət budur. Yaxşı, məsəl üçün atıram, bir backend kursuna gedib adam yəni Java öyrənib, tek-tek öyrənib, bir orada bir necəsə bir profil işləyib, orada bir mentorla və gəlib bugün adam işsizdir, iş axtarır. Bu кейsdə adamlar nə etsinlər? Yəni sən din кейsə baxsaq, yəni AI bunların bildiyi qədər bilir də. Yəni bunu demək istəyirsən. Mən belə başa düşdüm. Yox, AI onlardan proqramçı olmağı tələb eləyir. Tekstəklə getməyi tələb eləmir. Yəni tekstək yazacaq qədər də AI bilir də olmayanda. Yəni o sual vermək istəyirəm. Yox, tekstək onsuz da proqramlaşdırmaqla birdir. Yes. O sənə informativ olaraq verə bilər, amma onu nətə çevirib, yapışdırıb, bir-birinə cəlaşdırıb bir şey çıxartmaq üçün ortaya problemi həll etmək üçün sən ya da proqramçı olmalısan. Yəni bugünkü gün AI juniorlardan proqramçı olmağı tələb eləyir, nəinki tekstək əzbərçi olmağı. Onda belə çıxır ki, kimlər ki yalnız tekstək öyrənib, onlar bir qısa müddət vaxt ayırıb proqramlaşdırmanın təməllərini baş vursalar, onlar daha uğurlu ola bilərlər. Bizim tələbələrdə var o nəticə. Məsələn, tələbələr adətən nədə problem yaşayır? Deyir, müəllim, mən filan kursa getdim və yaxud da özüm tək öyrəndim, nə etdim? Texnologiya öyrəndim də düzgün yanaşmayıb məsələyə. Motivasiyadan düşüb. Deyirəm, sən narahat olma. Elə sən kimi insan, proqramlaşdırma ən yaxşı elə sən kimi insan öyrənəcək. Kim ki dadıb texnologiyanı, problemi görüb artıq, o və başa düşür ki, proqramlaşdırmanın dəyəri nədir orada. Və o proqramlaşdırma öyrəndi. Onun üçün belə deyim də, beynində lampoçka yanır ki, hə, mən bunlara görə, onlar onu dəyərləndirə bilirlər. Amma o tələbələrim ki, hansı ki, bundan qabaq heç bir texnologiya sınamayıblar, heç bir kursda heç nəyi fail eləməyiblər, onlar proqramlaşdırmanın dəyərini bilmirlər. Amma burada biraz səndən bəzi hissələr razılaşmayacağam. Yəni mən özüm də görüşmüşəm də o adamlarla dəfələrcə. Məsələn, tekstək öyrənən adamlara da bəzən inanmayıblar ki, həqiqətən onların boşluqları fundamentaldadır. Sən necədir? Məsələn, bizə indi gəlib də 3 ilin, 5 ilin developerlərə gəlib adamlar sırf fundamental kursunu götürüb gediblər də. Çünki adamların tekstəki var da kifayət qədər işləyirlər. Yəni bu gün pul qazanırlar. Amma məsələ budur ki, sadəcə kursu bitirən adam real işdə görməyib deyə və onun bir necə deyim də sənə? Onun bir yenə də şuuraltı olsa da böyük bir sual var ki, bəlkə burada da mən aldanacağam. Hə, orada o qəşəng dedin. Orada əsas point nədir? Bir insan gedib hansısa proqrama, bootcamp-a, kursa və yaxud özü öyrənib, fail eləyib, fərq etməz. O insan ki, davam eləyir, onda o problemi başa düşür ki, o nəyisə bilmir. O başa düşür ki, nəyisə bilmir, nəsə tam deyil burada. Çox vaxtı da hə, düz deyirsən, onu bilmirlər. Amma onlara mən sadəcə izah eləyəndə ki, problem nədədir? Artıq bir ideya formalaşır. Artıq bir inanc yaranır ki, hə, sən demə yəni onlar heç o sualı verməyiblər ki, tekstək deyirik, okey, proqramlaşdırma. Mən deyirəm, proqramlaşdırma ayrıdır, tekstək ayrıdır. Onlar çaşıb qalırlar. Yəni sən deməyin deyənəcən proqramlaşdırma öyrənməmişəm. Hə, bu ayrıca sualdır. Bax burada istəyirəm bir dənə bu hissəni bitirək artıq, öz sual hissəni, ondan sonra keçəcəm tələbələrdən gələn suallara. Kvantum çipləri hansı proqramlaşma dilləri ilə işləyəcək? Kvantum proqramlaşdırma özünə məxsus dillər var, hal-hazırda da var. Q#, QISKit, nə bilim, bir neçə dənəsi də var da, adı yadımda, qəribə adları var. Hamısı Q ilə də var. Hə, hamısı Q ilə də. Q-star. Əsas sual bilsən nədir? Kvantum proqramlaşdırma nədir, nəyə ehtiyac var? Okay. Əsas sual odur. Bugünkü gün kvantum kompüterlə inkişaf etmək üzrədir, hələ tam formalaşmayıb. Kvantum kompüter, belə deyim, biz belə bir misal deyim.
bizdə labirint var, düzdürmü? Labirintdən çıxmaq istəyirik. Biz labirintdən çıxmaq istəyəndə bir hər yerə baxırıq, düzdürmü? Adi klassik kompüterlər indi olan o labirintdən çıxışı elə bir axtaracaq insan kimi. Kvantum kompüter isə elə bil ki, o labirint yoxdur divarlar arası. Su süzürsən, su hər yerə eyni anda gedir. Və gedib deşiyi tapır. Paralel. Kvantum kompüter paralel hesablayır. Multitask deyək də belə. Multitask. Paralel hesablayır. Və bəzi problemlər var ki, onsuz da ardıcıl hesablamalısan. Orada paralel hesablamaq kömək eləmir. Şahmatda. Şahmat və yaxud crossword. Yes. Crossword daha bir-bir hər şey bir-birindən asılıdır orada. Şahmatda hətta paralellik keçir. Çünki mən deyirəm ki, amma mən gözləməliyəm axı sənin oyunu. Bildim. O şahmat çox qəribədir ki, orada eyni anda həm ardıcıl, həm də ki paralel ikisi də lazımdır. Çünki mən deyirəm 14 dənə possible gediş var da. Yes. 14-ü də ayrıca girib mən o proqnoz verirəm ki, sən hansı gedişdən birini oynarsan, mən hansı gedişə gedirəm. Ay sağ ol. Və yaxud da ki şaşkidə. Və bugünkü gün kvantum kompüterlər onda yaxşı. Nerd necə? Nerd zərdən asılıdır. O gedə bilməz elə. Zərdən asılıdır. Onda ardıcıllıq tələb edir. Ardıcıllıq tələb edir. Nerede oynaya bilmirəm. O ardıcıllıq tələb edir. Yəni və yaxud belə deyim, klassik kompüterlər yaxşı oldu. Yəni çoxsa elə bil ki, kvantum kompüter çıxsa bu kompüter klassik kompüterlər məhv olub. Yox, ikisi də qalacaq. İkisi də vacibdir. Ardıcıllıq taslar üçün də vacibdir. Amma kvantum kompüter proqrammer olmaq üçün belə deyim də, kvantum programming yaxın gələcəkdir. Bunu qeyd edim. Kim ki riyaziyyata və alqoritmlərə həvəslidir, onlara qəşəng xəbərim var. Kvantum proqramların qiyməti $10,000 aşağı olan deyil aylıq. Bunu da araşdırmışam. Algoritm forever. Algoritm forever. Kvantum kompüterlər proqramlaşdırma fundamentlərinə əlavə sadəcə kvantum fizikasının, mexanikasının riyazi tərəfi müəyyən bir dərəcədə başa düşməyi tələb edəcək. Okay. Və bu yaxın gələcəkdir. Və Microsoft da çox uğurlu addım eləyib. O sadəcə fiziki problemlər var da. Kvantum çipləri -273 dərəcədə saxlamalıdırlar. O temperatur biraz oynasa, kvantum belə deyim də state durumu dağılır tez. Məsələn bizim adi tranzistorla olan çiplər kifayət qədər stabildir, dayanacaqlıdır. Yəni sadəcə o problem var. Onun da üzərində işləyib nəsə bir tapacaqlar laboratoriyada. Uğurlar çoxdur. Yəni uğurlar çoxdur. Mən istəyirəm öz suallar hissəmizi bitirək. Keçək artıq izləyicilərdən gələn suallara. İkinci hissəmizə keçək. Okay. Deməli yazırlar. Alqoritm edirəm. Vizual heç nə görmürəm. Amma dostum başqa kursa gedir, tekst-tek öyrənir. Və bizim öyrəndiklərimiz arasında tamamilə böyük fərq var. Böyük fərq var da. O deyir, yəni burada sənin sualın nədir? Yəni mən heç nə görmürəm, vizual bir şey. Amma o gedir nəsə bir proje zat edir, orada nəsə görür də. Gedib qabağa da. Hə, o gedib qabağa. Yəni qabağa. Yəni burada bir məsələdir ki, təsad var. Hə, burada bir yəni bu necə izah eləyək? Çox rahat. Okay. Baxın. Lego robotları var da. Robot düzəltmək istəyirsən, düzdürmü? 2 dənə təhsil mərkəzi var. İkisi də deyir ki, mən bu robotu düzəltməyi öyrədirəm. Okay. Birincisi gəlsən, sən sadəcə o konstruktorları yapışdırmağı öyrədirlər də. Bolt qaykanı bağla, robot özü, Lego robotda onsuz da hazırdır komponentləri. Və deyirsən, cool, mənim robotum var, gəzir, mən robotu yığdım. Elə bilsən ki, robotu texniksən artıq, hər şeyi bilirsən. Amma digər təhsil mərkəzi sənə nə öyrədir? Riyaziyyatını öyrədir, alqoritmasını öyrədir, proqram təminatını öyrədir. Hansı ki, o robotu robot eləyən şeylərdən biridir. Hansı ki, onun motorikasıdır, nə bilim, belə deyim, kinematikasıdır. Yəni orada sırf riyazi alqoritmik əsaslardır da. Sən onları bilməsən, robotun komponentlərini yığa bilmərsən. Sənin işin əslində reallıqda sən öyrənirsən və reallıqda digəri heç nə öyrənmir. Qətiyyən heç nə öyrənmir. Sən o kubikləri üstünə yapışdırmaqla, Lego robot düzəltməklə sən robotu texnik heç vaxt həyatı boyu ola bilmərsən. Amma sən orada niyə vizual görmürsən? Çünki riyaziyyatdır o. O riyaziyyat da alqoritmdir, proqramlaşdırmadır, koddur. Sən onu yığırsan, o birisi sadəcə istifadəçidir. Sən isə onun qurucususan. Sən bunun dadını iş vaxtı biləcəksən. Bəli, sən onun dadını iş vaxtı biləcəksən. Hələ ki indi sadəcə nə deyirlər onu da elə.
Bəli. Ən gözəli. Sadəcə inan. Hə. Bəzən səncədir, o inanmaq lazımdır. Amma burada yenə də iki başlıdır bu inanmaqda. Adam deyir mən kimə inanım? Baydı növbəti sual da odur ki, yazıblar ki, niyə sizdən başqa informativ mövzuları olan kurs yoxdur? Ən ağır suallardan biridir. Bax, inanmağa gəlirik indi. Bax, informativ yoxdur, yerin nə ilə doldururlar? Ofislə. Ofisinə, aysan. Axıra qədər ofislə. Görüntünə. Bu çox normal bir prosesdir. İstəyirəm bax. Hə, danışım. Bax, gəlmisən ofisə bir həm 300 min yarım milyon arası bir pul qoymusan. Düzdürmü? Bu ofisi çəkib göstərməyəsən, bunu reklama vurmayasan, nə edəsən? Bax, belə deyim. Hansı təhsil şirkətinin əgər ofisi bu günlərim toyxanadan nə deyirlər ona? Şadlıq sarayından daha yaxşıdırsa, yəni burada tədrisdən başqa, təhsildən başqa hər şey var. Yəni buranı quran adamın mindseti, düşüncə tərzi təhsillə, tədrislə əlaqəli deyil. O onu pislik üçün eləməyib. Sadəcə onun beyni elə işləyir. O adamlar da gəlir məsəl üçün çox belə güclü professionallarla işləyə bilmirlər. Çünki onun həyata baxışı təmiz başqadır. Professional həyata baxışı, yəni işə baxışı təmiz başqadır. Və onun biznesinə zərər vurur. O nə edir? 18-22 yaşlı gənclərlə işləyirlər. Məsəl üçün xaricdən də bir dənə syllab saldılar. Tam YouTube-dan baxdılar. Müəllim əndələmə, səndələmsə bunu keçdilər. İndi sən bu Instagrama məsəl 18-22 yaşlı adam nə maarifləndirici post vuracaq? Adamın özünə xeyri yoxdur. Yerdə nə qalır? Ofis. Bu qədər sadə. Amma son dönəmlər professionallar artıq aktivləşiblər sosial şəbəkədə. Bu yaxşı bir fərdlər. Bəli, fərdlər, yəni güclü prolar artıq özləri deyirlər ki, okey də bunun biznes tərəfini özüm də edirəm. Əsasən LinkedIn tərəfdə biz onu görürük. Instagramda da var, deyim ki. Instagramda mən qarşılaşmamışam. Burada bizim də və dövrün də artıq tələbidir. Bu qrup dərsləri, bu fiziki locationda 20 nəfərin oturub eyni şeyə baxmaq, bu dövr bitir artıq yavaş-yavaş. Effektiv deyil. Deyil və biz artıq dünya başqa bir yerə gedir. Bir də amma bu tip kurslar davam eləyəcək. Amma sən hansı bilin, mən dünən qızımla gəlirəm. Deyir, ata, evin altında bizdə bir qəşəng kafeteriya açılıbdı. Sən oturmuşduq orada. Deyir, ata, bir gün oturaq da burada. Deyirəm, niyə demədik, niyə burada oturmaq istəyirsən? Deyir, qəşəng kafeteriyaların yeməkləri qəşəng olur. Deyirəm, sən onu hardan bilirsən? Və deyir, Kofemaniya gedir, oranın yeməkləri dadlıdır da, indi burada reklam getməsin. Burada sizin reklamınız ola bilərdi. Soda. Ay soda. Məsələn, deyir ki, biz ora gedirik, orada yemək dadlı olur. Demək ki, yaxşı. Buranın da yeri qəşəngdirsə, buranın da yeməyi dadlı olacaq. Deyirəm, yaxşı mədiş, bəs sənə bir sual verim. Əgər səni mən aparsam bir ingilis dili kursuna, orada ofis qəşəng olsa, o deməkdir ki, oradakı müəllimlər də yaxşıdır, həyata. Oradakı müəllimlər də yaxşı olacaq. Yəni bu necə deyim də sənə, bir şuuraltı bizə yeridilən mesajdır da. Əgər məkan yaxşıdırsa, avtomatik olaraq içində xidmətdə yaxşı olacaq. Amma məsələ odur ki, bizim hər birimizin həyatında olub ki, dəfələrcə yaxşı restoranın çöldən birinə aldanmışıq, girmiş içəri, ya elə bir qiymət olub, ya elə bir keyfiyyət olub. Və yaxud da ki, həkimlər. Və yaxud da bu restorandır, təhsilində bu bəlkə düzələr. Yəni burada bu hissədə məsələn olub ki, mən getmişəm adamın evinə getmişəm də, evdə qəbul edib. Adam produr. Sırf adına getmişsən, bu adam bu işin prosudur. Amma getmisən ki, hansısa bir lüks hospitalda oturan adam, yəni o deyil də, nə bilim, uzman doktor, PhD filan bəs məkan baxın ortada heç nə də yoxdur. Yəni burada bəzən bizi bu məkan anlayışı çox ciddi bir çaşqınlığa səbəb olur. Və ikinci məsələdə biz düşünürük ki, yaxşı məkandırsa deməli yaxşı da servis olacaq və yaxud da yaxşı da nəticə alacağam. Və yaxud da ikinci məsələ o bəzən o içimizdəki o yarımçıq qalan hissimiz var ha. Onu orada tamamlamağa çalışırıq. Bəli. Belə deyim Emil, əslində ikisi də lazımdır. Məkana görə də seçmək. Amma bəzi şeylərdə var ki, sən peşəkara görə seçməlisən. Məsələn, biz həkimin yanına gedəndə biz həkimə görə seçirik, həkimin məkanına görə yox. Sən demişkən o evdə də qəbul eləyə bilər. Onu öz ofisində də qəbul eləyə bilər. Məsələn, proqramlaşdırmada da belədir. Sən peşəkarın yanına getməlisən. Sən peşəkarı sadəcə bu kapitalist dünyanın qoyduğu bəzi ağır o raconlar deyək də türklər demişkən var ki,
O sən bir əynində bir 3000-lik kostyum olmalıdır. Sən bahalı yerdə oturmalısan. Məsələn biz axırıncı vloqu buraxanda oturmuşuq bir adi çayxanada oturmuşuq. Çox adam bizə deyir ki, orada niyə oturmusunuz? Ucuz görsənir. Yəni okeydir. Yəni düşünürsüz ki, bizim bir 40 manatımız yoxdur. Kafeteriyada oturub 3 dənə kofe içək, onu çəkək. Yəni biraz simple yanaşmayın da məsələlərə də. Yəni zaten hamımız hər yerə gedirik, çayxanada da otururuq. Yəni şəhərdə də otururuq, kafeteriyada otururuq. Həm onu mütləqdirmi ki, mən göstərim ki, mən ancaq cool yerdə oluram. Yəni sən mənə hörməti və ancaq cool yerdə otururam deyə mi göstərmək istəyirsənmi? Yaxşı, mən indi buradan bir keçid eləyim. Bir çox insan məsəl üçün Mədinə kimi fikirləşsə, indi Mədinə saf. İndi Mədinə 8 yaşı var. 8 yaşı var. 8 uşağın argumentasiyasını götürdüm. Amma söhbət ondan gedir ki, bu gün sırf Mədinə kimi fikirləşən 20-30 yaş arasında çoxlu insan var. Hətta valideynlər də var. Valideynlər də var. İndi sual gəlir ortaya. İnsanlar əgər belə seçimlər edirlərsə, yaxşı professionallar geridə qalacaq. Çünki yaxşı professional oturub özünü sübut eləməyə, nə bilim, gedib hansısa remont eləməyə, gedib buna vaxtı yoxdur. Onsuz da professional özü üçün qazanır da, yaşayır da, sənsən öyrənmək istəyən, düzdür? Və belə yerlərin olmağı bəs nə qədər çəkəcək sualına cavab versək, yəni nə qədər vaxta qədər belə deyim, dəyərləndirmə görüntüyə qədər gedəcək. Və əsasən deyərdim ki, 3-cü dünya ölkələrində daha belə yəni reallıqdır, yaygındır. Mən bir 10 il qabaq bir adamla söhbət eləmişdim, qohumumla. Bu mən yanımda bir sözü işlətmişdi ki, bəs mən atmosferaya düşməliyəm də. Onu başa düşmürdüm, anlamırdım. Çünki həyatım boyu mən heç vaxt görüntüyə pul verməmişəm. Hətta deyib Bakıya atmosfera. Okay. Mən onu anlamırdım. Sonra biz bundan biznesə başladıq, elədik, gördük falan filan belə şeylər. Mən indi anlayıram ki, bu adam mənə nə demək istəyirdi. Bu tip yerlər atmosferaya düşmək üçündür. Ki yaxşı olacaq. Məsələn, bəzi adamlar var ki, reallıqlarla nədir bu, qarşılaşmaq istəmirlər də. Elə ki, mən güclüyəm, mən yaxşıyam. Ətrafına baxır, misal üçün motivasiya alır ondan. Mənim həmin qohumum 10 il keçib üstündən. Hələ də atmosferdə də. Yox, atmosferdə deyil. Atmosferə düşməyə həmişə moment axtarır və seçir. Məsələn, bu ay bu atmosferdəyəm, gələn ay başqa atmosferdəyəm. Və yəni sırf proqramminqə falan elm sahəsinə gələndə burada ümumiyyətlə hər şey abstrakt onsuz da mücərrəddir. Necə deyim, görüntüdən söhbət gedə bilməz və nəticə olaraq da əgər siz sosial şəbəkədə fırlanırsınız, tamam, girmisiniz, düşmüsünüz kursların əlinə reklam gedir. Səhifədə çoxlu ofis şəkli görürsünüzsə, oradan uzaqlaşın. 2. Maarifləndirici nələrsə görmürsünüzsə, oradan uzaqlaşın. Yəni getmisiniz, ola bilər ki, misal üçün kursu çox da vaxtları yoxdur. Ya içəridə yaxşı professionallar da olur. Yəni ön yarğı eləməyə. Birinci sualınız olmalıdır ki, mənim müəllimim kimdir, hansı işləri var? Orada bank adı falan çəkməsinlər. Falan yerdə işləyib falan. Konkret olaraq işi nədir bu adamın? Bu gün misal üçün Rüstəmin Virgin kodu var. Mənim bir linkim var. Düzdürmü? Misal üçün sıfırdan, yəni world class bir məsələlərdir. Kimsən sən, neynəmsən? O status qazanmağa nə var ki, indiki dünyada? Status qazanmaq bugün hətta pulun üstündədir. Bu çox asan bir şeydir. Konkret olar və insanla danışanda həmişə o özgüvən hiss olunur da. Yerindəcə sən bilirsən ki, bu adam güvənilir insandır, yoxsa yox. Həmişə də pro ilə danışanda müştəri beynində bir dənə şey fikirləşir. Deyir, bu mənə lazımdır, yoxsa yox. Çünki görür ki, o adamdakı əziyyəti görür ki, bu adam 5-6 ildir verib, 10 ilini verib buna. Fikirləşir ki, bu əziyyətli sahədir. Bu atmosfera söhbəti deyil də, bilincə. Və orada artıq qərar verir ki, mən gedim, yoxsa yox. Hansı ki, bu natural, daha təbii bir prosesdir. Razıyam. Məsələn, suallardan biri də budur ki, buna isə özüm cavab verim. Deyir, IQ səviyyəm yüksəkdir, məntiqim əladır. Amma ki, yenə də alındıra bilmirəm. Çətinlik çəkirəm. Mənə hər şey çətin gəlir. Bu isə belə bir yanaşma verəcəm. Ümumiyyətlə,
bizim də Dilbil periodunda 3 illik çəkdiyimiz bu ən ağır hissələrdən biri idi. Yüksək IQ-lu, məntiqli insanların çox ciddi perfeksionist yanaşması olur. Hər şeyi mən eləyəcəm. Mən. Ciddi bir mən problemləri var. Və o mən problemi onlara illərə bahasına oturur və çox böyük pul bahasına oturur. Bəli. Çünki o adam kimdənsə yardım istəməyi özünə ayıb bilir. Deyir, okey də, mən bunu hər şey başa düşürəm, mən eləyəcəm. Əla, eləyəcəksən. Bax, son bir case danışaq. Biz investisiya hesabat apardıq. Azərbaycanda C-level bir adamla görüşdük, ora hesabat göndərməliyik. Bizim arz hesabat göndərməmiz bir həftədən yuxarı çəkdi. Baxmayaraq ki, biz dəfələrcə startup aksiyalariya mərkəzlərinə pitch eləmişik, bu dəfə biraz daha fərqli getdik məsələdə. Neynədik bu dəfə? Biz Azərbaycan daxili ilk dəfədə investorla görüşürdük. Startup okeydir bizim üçün. Biz bilirik pitch necə olmalıdır. Amma ölkə daxili bir investorla görüşürüksə, biz bu təcrübəmizdə olmayıb. Neynədik birinci? Bir dostumuz vergi üzrə tax menecerdir. Yəni vergi meneceridir, kifayət tanınmış bir yerdə. Onun məsləhətini aldıq. Sənanın bir dostu Liechtenstein adam investisiya üzrə 15 illik təcrübəsi var. Onun təcrübəsini aldıq. Adam var idi, görüşdük, pulunu verdik, onun təcrübəsini aldıq. Bəzən nəyisə eləmək üçün sənin IQ-ün, məntiqin bəs eləmir. Sən hər şeyi bilə bilməzsən, mümkün deyil. Və bəsə də yaxın eləmir. Yox da, yəni Rüstəm, biraz ciddi danışsaq, yəni sən hər şeyi niyə bilməzsən, qardaşım? Əgər mən bu gün atıram, developerəmsə, mən developmenti əjdaha bilsəm, mən gedib niyə bu gün hüququ yaxşı bilməliyəm? Mən bu gün niyə gedib vergini yaxşı bilməliyəm? Qardaş, bunun öz ayrıca peşələri var da, bunun adamları var. Development içindəki nə qədər sahə var, sən hamısını bilməlisən. Bilə bilməliysən axı. Min cür sahəyə ayrılır. Yəni problem də budur ki, bu adamlar məsələn, indi bizə yazırlar belə. Mən bilirəm ki, bu uşaqlar çox smart uşaqlardılar. Və məsələ odur ki, bu adamlar, məsələn, adi deyirəm, təlimə gəlin. Biz təlim görüşürük. Təlimə gəlin. Biz təlimdə podkastda danışmadığım mövzular danışırıq. Hardakı bir enerji toqquşmamız, sinerji yanaran ortada. Hansı ki biz onları görürük. Bu gün ölkədəki 95%, 98% bəlkə deyirəm, daha çox. Yəni insanın ən böyük problemi özgüvən problemidir. Adamlar əjdahadır. Ətrafımızda nə qədər developer var. Əjdahadılar özlərini sata bilmirlər. Özlərini təsdiqləyə bilmirlər. Özləri haqqında bir 3 dənə cümləni qurub danışa bilmirlər. Yəni bu tip məsələləri biz qoyub qırağa da ancaq texnologiyanın üstünə gedə bilmərik. Söhbət burada problem texnologiyadan getmir. Biz axırıncı görüşdə dedik biz. Söhbət texnologiya deyil. Texnologiyadan vacib 100 dənə məsələn var. Sənin öz travmaların var, sənin həyata baxışın səhvdir, sənin özün haqqında düşüncələrin səhvdir, sənin qarşıdakı insanın düşüncələri bilmirsən nə düşünür. Yəni sən bunları bilmədikcə o qədər ki bilməzlərin içində fırlanırsan bir loop kimi. Sən artıq düşünürsən ki, mən IQ-luyam, mən məntiq nəsə tapa bilməyəcəksən. Və yaxud da ki 3 ilin 5 ilin gedəcək. Bu gün reallıq budur. Amma mən nə təklif eləyərdim? Okey, IQ-un var, çox gözəl. Deməli sən o birisindən daha şanslısan. Sənin məntiqin güclüdür, çox gözəl. Deməli sən o birisindən daha şanslısan. Sən sadəcə olaraq düzgün mentor almalısan. Bu günlərim istənilən uğurlu investor olsun, biznesmen olsun, kim olur olsun, hamısının mentoru var. Ya onun mentoru insandır, ya onun mentoru həyatdır. Həyat mentoru olan adamlar bir 15 il yol gediblər. Onu da hər adamın gəl real danışaq. 15 il minimumdur. Yəni hər adamın o ürəyi yoxdur ki, 15 il o yol gedəcək. Gəl real danışaq. Hə, amma ki sən necə bu yol gedə bilərsən mentorship? Qısa, kiminsə təcrübəsindən qazanaraq. Çünki bax bu gün bizim bir işimiz var. Rəqəmsal hissəni falan dostumuz var, ondan soruşuruq. Nə bilim, o hissəni bundan sonra. Qardaş, başa düşürük ki, tək çətindir. Tək çox çətindir. Niyə eləyəsən? Yəni bir şey ki mən okey, insan nəyə gəlib həyata? Yəni əziyyət çəkməyə. Yox, əziyyət çəkirsən amma. Amma ki işləmək ayrı şeydir, əziyyət çəkmək. Nəyin əziyyəti? Yəni sən bu günlərim öz egovun tərəsinə düşmə də. Sən kömək istə. Sən gəl mentorlarla görüş. Mentoru izlə. Əgər görürsən sosial şəbəkədə bu adamın fərqli düşüncəsi var. Bu adam sənin problemini həll edə bilər. Bu adamda o həll var. Qardaş, mən o adama çıxarıb bu gün 500 manat da verərəm 1 saatlıq görüşmə ki. Mənim bir dənə elə yol denən ki, 1 il sal məni qabağa. Vallahi yəni o adamı axtarıram. Yəni əlbəttə ki. Bu gün məsələ odur ki, biz amma nə deyirik? Bu həm də bəzən bu kasıb düşüncədən gəlir ha. Biz deyirik ki, yo, biz pul verməyək. 3 ay oturaq onun üstə işləyək. 500 manat böyük, amma başa düşmürsən ki,
o məsəl üçün 500 manat, yəni sadəcə bir simvolik rəqəmdir 500 manat. Yəni sən başa düşmürsən ki, o adam səni nə qədər irəli apara bilər. O adamın seminarı ola bilər, o adamın təlimi ola bilər, o adamın kursu ola bilər. Yəni o adamla bəlkə sən elə bir ilişkiyə girərsən ki, bir yaxın bir münasibətlə mesaj yaza bilərsən, o adama istədiyin vaxt kömək ala bilərsən. Yəni sən qaçma da bu ünsiyyətdən. Bu ünsiyyət bu günlərin sosiallaşmanın da bir növüdür. Və bu tip adamların da ən böyük sosiallaşma da problemləri var. Bunlar sosiallaşa bilmirlər. Çünki hər zaman tək olurlar, tək işləyirlər. Bunların bir çevrəsi də olmur ki, gəlib kimləsə bir əhatədə dost tanışına kömək istəsin. Burada onlar egoistlər. Yox, biz özlərini kimdənsə indi sən bəzən onu ön yarğı eləmək istəmirəm. Egoizm də sənə formalaşır. Formalaşır. Spiral dinamikada artıq ego developmentə qalxdıqca o egoizm hissəsi azalır. Mən onu niyə görə deyirəm? O hissəni də çoxu başa düşmür, bilmir. Mən 23 yaşıma qədər heç kəsə qulaq asmamışam. Hə. Bu qədər saat. Çoxu da zaten sən yaşlı olanlardır. Və onlar deyir ki, okey də mən bu gün bunu bilirəm, mən bunu edəcəm, mən səndən çox bilirəm. Əla, bilə bilərsən. Məndən çox enerjin ola bilər. Amma təcrübən məndən çox olmayacaq, onu yəni dəqiq biləsən. Çünki bu gün əsas məsələ sənin həyat predictable deyil. Yes. Və maksimal dərəcədə dostlarım, nə qədər imkan varsa, ətrafınızda professionallar varsa, onların təcrübəsindən yararlanın. Bu sizi çox qabağa salacaq və inanılmaz dərəcədə qabağa salacaq. Çünki sən oturub özün bir şeyi oturub orada axtar, burada axtar, get başını ora vur, bura vur. Yəni çox əziyyət çəkəcəksən. Dəhşət çox əziyyət çəkəcəksən. Pul xərcləyəcəksən, əsəb xərcləyəcəksən və günün birində də o qırılma nöqtəsi var da, hər adam onu keçə bilmir. O qırılma nöqtəsindən sadəcə qırılıb gedəcəksən, desən okey də. Mən nə qədər adam tanıyıram ki, mən proqramın xəyalından əl çəkdim. Çünki o adamlar vaxtında o köməyi istəmədilərmi deyim, axtarmadılarmı deyim, olmadımı deyim, bilmirəm necə deyim. Və o hissədə bir qırılma nöqtəsi oldu, onlar hər şeyi saxladılar. Tək proqraming deyil, yəni bu həyatda belədir. Yəni bəzən bir şey deyirsən ki, baxırsan ki, adam yaxşı əl qabiliyyəti var, yaxşı rəssamlıq eləyə bilər. Məsələn, mənim öz əmim. Məsələn, bilirəm ki, ondan yaxşı məsələn maşın dizayner. Yox, elektrik çıxardı. Dəhşət həvəsi var. Amma o getmədi o işin dalınca. Sən o bəzi məqam var ki, orada sınma nöqtəsidir ki, insan o hissədən soyuyur və qalırsan orada. Amma sən halbuki o hissənin dalınca getsən, daha bəlkə də 5 nəfərdən biri olasan ölkədə. Çünki sən o hissəyə marağın var, o hissəyə təbin var, o hissəyə həvəsin var, oturub məşğul olursan. Yəni hər şeydə o bir də baxıram o tez-tez şeydə çıxır məsələn Mike Tyson falan deyir. Cristiano Ronaldo, Mike Tyson deyir, bu talantdır, deyir, yox, talant hər şeyi həll eləmir. Davamlılıqdır. Bu disiplindir. Disiplin olmalı, davamlılıq olmalı, sən məqsədin olmalıdır. Məqsədi olan insan o bəşəriyyətə mesaj göndərəndə, evrən deyirəm mən təcrübədə. Vselennaya ruslar demişkən. Hə, kosmosa. O mesaj göndərəndə o sənə geri qayıdır. Kainata. İstə, kainata. Sadəcə istəyin. Biz sadəcə istəmirik. Hər şey çox sadədir. İstəyin. İstəyəndə sən o adamı da tapırsan, sən o məlumatı da tapırsan. Sənin üçün hər şeydə necə deyim də əl çatan olur. Ona getmək lazımdır. Biraz çox danışdım bu hissə, nə isə. Çox gözəl danışdın sən. Əla danışdın. Yəni bir ayda bunu fikirləşirsən. Növbəti sual odur ki, machine learning və data science. Bunların fərqi nədir? Evet, çoxsa hətta onları qarışdırır bir-birinə machine learning və data science-da. Data science belə deyim, ümumiyyətlə datanı götürməkdən, datanı ardıcıllığın qurmaqdan, datanı filtr eləməkdən, datanı vizuallaşdırmaqdan əsas bu komponentləri özündə birləşdirir data science. Machine learning nədir? Və sonra da izah edəcəm ki, machine learning data science-də nə rol oynayır. Machine learning ümumiyyətlə süni intellektin riyazi alqoritmik hissəsidir. Sırf riyazi alqoritmik hissəsi. Məsələn, orada müxtəlif modellər var. Regression modelləri, kiçik neyron şəbəkələr, böyük neyron şəbəkələr, digər növ neyron şəbəkələr, nə bilim, qərar vermə, belə deyim, şaxələnmələri. Yəni machine learning budur. Və data science-da da machine learning necə istifadə olunur? Machine learning datanı daha çox analiz edib, qanuni ardıcıllıqlar tapıb proqnoz vermək üçün istifadə olunur. Data science daha çox olan datanı analiz edib, filtr eləmək, vizuallaşdırmaq. Yəni orada çox elementlər var. Sadəcə terminologiyaya çox da getmək istəmirəm. Və machine learning-də orada bir alət kimi istifadə olunur. Amma
kimsə qərarlıdırsa ki, məsələn, iki qərar arasında machine learning öyrənsin və yaxud da ki, data science öyrənsin, çox da fərq eləməz. Siz onsuz da machine learning öyrənməklə data science-ın da böyük hissəsini öyrənmiş olursunuz və data science-ı öyrənmək üçün kifayət qədər biliyiniz varsa, hansı ki, tətbiqi riyaziyyat və proqramminq bacarıqları tələb edir, onu rahatca o biliklərlə, bacarıqlarla machine learning-i də öyrənə bilərsiniz. Yəni siz elə bilməyin ki, machine learning-i öyrənəndə data science-dan qopursunuz və yaxud data science öyrənəndə machine learning-dən qopursunuz. Elə bir şey yoxdur. Bunlar ikisi də bir-birinə paralel gedən şeylərdir. Mən elə gəlir ki, bunlar daha çox məsəl kimsə hər hansı bir proyekt eləmək istəyir. Orada ilişir və onu öyrənir özü bilmədən. Bu proses belə getməlidir. Razılaşırsan? Razılaşıram. Məsələn, belə deyim də, tutaq ki, inanmır, mən demirəm riyaziyyatla birbaşa başlayırsınız, sınayın. Yəni sənə maraqlıdır, tutaq ki, məsələn, veb saytlarımızdan bu son 5 ildə məsələn evin qiymətləri, ev elanları saytlarının evin qiymətləri hansı tendensiya ilə dəyişib və hansı faktorlar əsas rol oynayıb da. Sən yığırsan o datanı özün üçün, analizi qurursan, sonra başa düşürsən, mən bu statistika lazımdır. Sən özün görürsən ki, sən əslində hansı biliklərin çatmır ki, istədiyinə nail ola bilmirsən. Deyir. O şey yadıma düşdü o. Müəllim, mənim nəyim çatmır. Dedim sən başa. O futbolçu. Okay. Bunu silərik. Qalmasın bu. Silərim onu. Məsləhətim nədir? Məsləhətim nədir yeni başlayanlara? Ümumiyyətlə hər hansı mən nəyim çatmır. Tanımırsan o futbolçunu. Göstərirəm sənə. Məsləhətim ümumiyyətlə nədir? Birbaşa kursa getməmişdən qabaq, hansısa təlimə getməmişdən qabaq siz özünüz birinci oturun, maraqlanın. Öyrənmək istədiyiniz şey nədir? İngilis dilini bilmirsə, türk dilində resurslara baxın və yaxud rus dilində baxın və yaxud bizimkilərdən varsa. Baxın görə ümumiyyətlə, məsələn, data science istəyirsinizdə və yaxud front-end istəyirsiz və yaxud back-end. Girin, araşdırın, baxın görə o nədir. Mən onu çox sorğulayaram. Heç kəs durduq yerə belə data science istəyə bilməzlər. Hə. Sən o qədər abstrakt söhbətlərdə gedə. Necə bir insan? Niyə back-end istəmirlər durduqları yerdə? Bu hamısı, bu status oyunlarıdır. Vallahi. Aşağı sözləri salıblar ortaya, çoxsa düşürəm tələsinə. Kurslar gedib bu kursunu açırlar. İndi ona gəlim əslində. Data science kursu açacağıq biz. ML data science kursu. Mən tamamilə qarşıyam. Mən də qarşıyam. Mən onu tətbiqi riyaziyyat açaram əlavə olaraq. Çünki tətbiqi riyaziyyatı bilən və proqramlaşdırma bilən onlar demək olar ki, bilir 1 ay ərzində. Bildim, amma ki, səncədir, reallığı gedən yəni 10 nəfər tələbəyə görə, yəni 5 ay əziz və yaxud da 4 ay əziz çəkməyə dəyərmi? O boyda silabus yığmağa dəyərmi? Yəni bu biznes tərəfinə baxaq. Əgər cəmaət dəyər versəydi, istəyənlər olsaydı eləyərdi. Düzdür, fərdi gələnlər var, onlara məsələn biz material veririk ki, məsələn özün oxu. Amma sırf yəni bunun belə deyim, bu ənənəvi qaydada tədrisi gedirsə söhbət, mən də onu yəni çox böyük şey görmürəm burada, yəni bir ehtiyac görmürəm. Hətta belə bir sual da gəlmişdi. Data science-da riyaziyyat lazımdır ki, data var, science, elm, data elmi. Elm gəlsə, yəni hansı elm tanıyırsan ki, orada riyaziyyat yoxdur? Və xüsusilə də data elmi. Yəni başa düşürsən, orada riyaziyyat ümumiyyətlə şiddətli səviyyədədir. Riyaziyyatın hansı hissələri? Tətbiqi riyaziyyat ümumiyyətlə. Okay. Sırf tətbiqi riyaziyyat. Okay. Növbəti sualımız olacaq. Kodçuların tələbələri kursu bitirdikdən sonra neçə dil bilir? Minimum 2 proqramlaşdırma dilini bilir. C++ olsa o şeydə o default olaraq C++. İndi yəni o sual gəlib, məsələn, nəyə görə C++? C++ çünki proqramlaşdırma dillərinin riyaziyyatıdır. Yəni C++ ilə bilən, proqramlaşdırma real öyrənən insan bazarda müqayisə olunmaz səviyyədə olur. O həmişə də elə olub. Və digər proqramlaşdırma dillərində də Java olsun, Python olsun, yuxarı səviyyələrə çatdıqca yenə də qayıdıb C və yaxud C++ dillərini öyrənməyə məcbur olar ki, o dillər özü belə backgroundda nə tər işləyirsə onu başa düşsünlər. Okay. Qrup dərslərində tələbələrin səviyyə fərqi olur çox vaxt. Məsələn, o gün bizə bir xanım yazmışdı, podurqası bizdədir. Deyir, çox təəssüf ki, mən biraz gec xəbər oldum. Məsələ nədir? Deyir, Python dərsindəyik və mən başa düşmürəm, qrup qabaqdadır, mən geri qalıram. Məsələn,
bu hallarda nə etmək lazımdır? Müəllim gözləmir də, bir silabus var. Adam gəlir tap tədris dərsin keçir gedir də. Bayaq dediyimiz məsələ, o tədris artıq işləmir. Yəni bu toplu şəkildə insanları yığıb hansısa informasiyanı vermək falan filan, bunun artıq dövrü gedib. Və bu ən yaxşı model, məsələn biz illərlə research eləmişik, hazırki bizim modelimiz və xaricdə də bu modellər belə deyim, natural olaraq gəlir. Fərdi yanaşma. Fərdi yanaşma mütləqdir. Fərdi yanaşma mütləqdir. Yəni mütləqdir. Söhbət o qədər abstrakt elmlərdən və izah eləyəcəm nəyə görə. Orada bəzi ssenariyalar deyəcəm. Sən yox, mən dedim. Bax, tələbə gəlir, ağıllıdır, həvəslidir. 2 ay hamısından sürətli irəliləyir, sonra işə çıxır. İmtahanları olur, nəsə olur, dayanır, sonra qrupla davam edir. Niyə qrupla davam eləmədik? Bu 2 aydan sonra təzədən davam edir də. Okay, bitirməsin 6 aya, bitirsin 8 aya və yaxud da bitirməsin 8 ay, bitirsin 3 aya kimsə. Model imkan vermir axı Rüstəmana. Çünki qrup modeli 15 model, imkan 15 vermir. nəfərlik yığılır Bir tərəfdən də ofisə yarım milyon pul qoymusan. İndi sən hansı modeldə yaşasan burada? Orada o alınmır da, o müəllim gəlir bir dəfə. Bir də bilsən mənə çatmır. Bu mən anlamıram. Məsəl üçün atıram da. Müəllim oturur, ekranda bir şey göstərir. Eyni şeyi mən baxıb kopyalayıram. Yəni bu nə qədər öyrənə bilən bir şeydir. Mən başa düşmürəm də açıqda belə bir şeydir. Yəni kimsə oturur orada, mən Əslində burada knopkanı belə bas, buna bas. Life hackdır. Yəni o bir qəşəng life hackdır ki, özlərinə əziyyət vermədən asan yolla nəsə ortaya qoysunlar. Ona life hack yox da, mən ona biraz belə deyim də, SSR-dən bizə gəlmə bir şey kimi baxıram. Bəli, SSR-dən. O yəni indi də vardı, o məktəblər görə necədir ki, müəllim oturur, əslində yeri gələndə bu gün təhsil sistemində problem odur ki, təhsil sisteminin içərisində uşaqların, yəni əslində tam dərin getsə, universitet məktəbləri olsun, uşaqlar ego inkişaf mərhələsinə görə bölünməlidirlər. Oğlan qız fərqlənir, ego inkişaf mərhələsinə görə fərqlənirlər. Yəni sən bunun hamısını fərqli qaydada dərk etsə bilməzsən də. Yəni bu elə bir struktur yoxdur, çox yəni bahalı bir şeydir. Və sənin modelin elə bir model olmalıdırsa, onlara fərdi yanaşmağı bacarasan. Və düşünsək ki, böyük bir bürokratik sistemlərdə bu nə demək çox ağır məsələlərdir. Yəni sən bunu edə bilməzsən, universitet olsun, məktəb olsun, hər hansısa bir kollec olsun, qardaş, yəni bu mümkün deyil də bu. Bunu ancaq edə bilərsən startup tipli bir startup modulda olan bir komandalarla, kiçik komandalarla bunu eləmək çox rahatdır, test eləmək. Amma ki, məsələ ondan gedir ki, bunlar niyə tətbiq edilmir? Onun da artıq məqamları da yəni plus və minus tərəfləri də ayrıdır onun. Mən biraz qəliz danışdım. Mən səndən biraz da qəliz danışıram. Və var linear təhsil modeli, xətti. Ardıcıl. Və var circular. Circularda necədir? Hardan qoşulursan qoşul fərqi yoxdur. Dairəvi və xətti. Dilbildə olsun, kodlarda olsun, no-code-da olsun, həmişə onu çalışmışıq ki, bu circular olsun. Yes. Və bu artıq əsl işdir. Circular modeldə də artıq müəllim öz gücünü linear modeldən demək olar ki 50% itirir. Yəni gücünü deyəndə qoyduğu enerjini. Bəli. Bir də əgər belə deyim də bu gün bazarda məsəl üçün atıram. Bazarda 3 pro müəllim varsa, sən çox rahatlıqla müəllimləri rahat dəyişə bilərsən ki, heç bir qrup onu hiss eləməyəcək. Çünki circle modelinin gözəlliyi budur. Silabus öncədən yazılıb, hər bir şey öncədən qurulub, tələbə sadəcə follow-up edir, müəllim follow-up edir. Orada problem nədədir sadəcə? Sən o elə bir təcrübəli olan insan olmalısan ki, sən yəni keçdiyin dərs elə bir formada olmalıdır ki, o circular model. Məsəl üçün sən hər bir dərsdə sıfırdan yenə gəlib hər şeyi başa sala bilirsən. İnsanlar onu tutur. Yəni orası yəni pro müəllim olmalıdır. O hissəsi yes. O təkcə pro müəllim olmaqla bəs eləmir. Yox, amma həmişə də bu circular model hər zaman da tətbiq eləmək olmur. Bu da bir reallıqdır. Amma müəyyən hissə var ki, sən orada necəsə onu ya hibrid formada, necəsə tətbiq eləyə bilərsən də. Məsələn, kod dilbildə tam circle model olsa da, Kodda biz onu hibrid elədik hardasa. Bəli. Kodlar hibriddir, qarışıqdır. Amma yenə də bununla bərabər sənin o lazımsız hissələrdən artıq azad ediblər. Yəni məsələn mən qruplar tanıyıram ki, adam oturub 4 ayda qrup yığılmağını gözləyir. Qrup yığılacaq. 3 ayda pul verib qrupun yığılmağını gözləyir. Yəni bu reallıqdır. Çünki indiki dövrdə nəzərə alsaq qruplar çox ağır yığılır, konkurensiya çox böyükdür. Qruplar axır başlayır, sonra YouTube-a baxıb dərs keçirlər. Hə, yəni o da var. İndi bu həmişə deyirəm mən. O hissədə bu nə üçün deyirəm? Mən doğrudan da bilmək istəyirəm ki, hələ də bu davam edir yoxsa yox. Mən çox istəyirdim aşağıda bir kommentdən falan yazsın. Niyə davam eləmir? Davam edir də.
Yəni bu belə deyil də. Bir dənə bunu bilmək istərdim. Çünki sən iqtisadiyyat özünü tənzimləməlidir də. Məsələn, bu tip, yəni təhsil hal-hazırda bu boyda dəyişim var. Yəni bütün insanların xərcləməyində dəyişiklik var və yəni behavioral economics desək, dünyanı algılamağında dəyişim var. Bu amma hələ də qalıb və mənə elə gəlir ki, son zamanlar böyük bir çöküşə gedir bu model. Məsələn, bu günlərim siz veb saytlara girsəz, harda ki kirayəyə məsələn binalar, ofislər falan verirlər. Çox görəcəksiniz ki, çoxlu kurslar artıq öz yerlərindən çıxırlar. Çünki artıq bu işləmir. İnsanlara axır əvvəl indi atmosferə düşdü, onu elə. İndi orada başqa amillər də var da sənədə. Bir bubble oldu da, bir ölkədə bir il yarımlıq bir böyük bir bubble oldu ki, yəni təqaüd proqramları. Əlbəttə ki, yəni lazım 9500 adam yəni bu qədər. Yəni lazımdan artıq adam bu günlərim, yəni təhsil verildi və onların da mən sənə əmin edirəm, görmüşük də, biz o vaxt no-code-da konsultasiyada qardaş, yəni 30 nəfər, 40 nəfər adam görüşdük. Sonra demək olar ki, 80%, 85% biz 10 dəqiqə, 5 dəqiqə bağladıq mitinqə. Yəni o deyillər də adamlar. İnsan kapitalı yoxdur. Yoxdur deməyim, sadəcə bəli. İnsan kapitalı yoxdur nə mənada? O adamlar düzgün insan kapitalı deyillər. Orada təhsil alırlar. Düzgün seçimlər olmalıdır. Seçimlər təhsildə o qədər belə necə deyim, statik olub ki, o adamlar o təhsili də bitiriblər. Hələ onun sertifikatını da alıblar. Sən bir tərəfli kurs rəhbəri üçün sənin kapital lazımdır. Necə yəni? Sən oturmusan, tələbən gəlirsə, sən onu zaten pulunu alırsan hökumətdən. Sənin kapitalla maraqlıdır sənə. Deyirsən ki, okey də, neçə nəfər olacaq dərs keçəcəm. Sən orada kapitala maraqlı deyilsən axı. Düzdür, adam operationsdadır, işini görür prosta. Всё. Məsələ orası ki, həmin o təqaüd keçən biz zaten görüşəndə də qurumlara demişdik ki, ilk növbədə insan kapitalı düzgün seçilməlidir. İnsan kapitalı seçilmirsə, orada heç bir keyf. Sən 9500 versən, 15000 versən, 50000 verir, dəxli yoxdur qardaş. Boş şeydir onun hamısı. Yes, fərdlər zaten orada işləyəcəklər. Müəyyən bir hissənin haqqını verəcəklər. Amma yerdə qalan hissəni sən düzgün investisiya eləməmisənsə düzgün insanlara, boş şeydir. Bəli. Və bu gün o hətta bəzən düzgün insanlar təhsil dəyişir. Gəlib deyər ki, adam bu nə deməli keçir. Çox olur. Əlbəttə. Çox olur. Bizim məsələn podkastlardan sonra çox adam sorğuluyordu. Kursda gəlib əməli başlı şey istəyirdilər. Alqoritm tələb edirdilər. Yəni o olmuşdu. İndi reklamlar çıxıb. Fundamental keçirlər. Və o yadında demişdim ki, hələ də olacaq bir müddətdən sonra. Əslində o niyə biraz gecikdi? Çünki təqaüd proqramların bubble'ı imkan vermədi ki, biz bazarı tez dəyişək. İndi amma İndi artıq hamının krantı bağlanıb. İndi artıq real bazardır və real bazarda artıq real iş görmək lazımdır. Bu gözəllikdir. İndi deyir bu meydan, bu şeytan. Amma olan işi bilsən nədir Emin? Görürlər ki, cəmaət fundamental alqoritmə fikir verir də artıq. Onlar da deyir ki, biz də yalandan deyək ki, alqoritm keçirik. İndi problem yoxdur. Zaten bir dənə beynimdə var mənim. Kim istəsə maraqlı olsa, buradan səslənirəm. Kodçusada testing sən yaradacağıq. Hamı gəlsin. Yoxlayaq. Ora bir seçmə suallar qoyacağıq. Problem yoxdur. Link göndəriləcək. İndi ödənişsiz bilmirəm o hissəni, hələ ora qərar verməmişik. Ödənişsiz heç nə olmalı deyil. Yəqin ki, ödənişli olacaq. Minimal ödəniş edin qardaş, girin özünüzü yoxlayın. Kimlər ki maraqlıdır, həqiqətən də haqqını verib öyrəniblər, yoxsa yox, o hissəni eləyəcəyik və bu meydan bu şeytanda hər şey qoyacaq ortalığa, hamıda baxsın. Yəni məqsəd odur ki, sən həqiqətən də proqramlaşdırmanı nə dərəcədə yaxşı qavramısan, hansı hissələrini yaxşı qavramısan, yəni bu detalları bilmək üçün də özünü düzgün dəyərləndirmək üçün. Bir yalanan miflərdən biri də odur ki, kodçular yalnız təcrübəlilər üçündür. Bu neçənci adamdır, deyirlər də bunu. Hətta bunu developerlər belə bir şey çıxardır ki, kodçulardan ancaq şeydir, yəni ancaq orada təcrübəlilər gedir. Yəni sıfırdan başlatmadan gedənməz ora. Kodçulara hamısına uyğundur. Belə bir şey deyim. Onsuz da təcrübəli developerlər də vaxtaşırı alqoritm eləyirlər, fundamentdən bərkidirlər, inkişaf elətdirlər. Bu elə bir şahmat oynamaq kimi bir şeydir. Nə qədər yaxşı, düzgün şahmat oynasan, o qədər də problem həll etmə qabiliyyəti çoxaldırsan şahmatda. Proqramlaşdırmada da eynən. Və sən şahmata yeni başlayan ol və yaxud da ki, təcrübəli şahmatçı ol. Kodçular hər ikisinə də daha yaxşı şahmat oynamağı öyrənir. Əlbəttə ki.
Aydın məsələ. Yəni yox, mən deyərdim ki, daha çox sıfırdan başlayın. Çünki adam beyni açıqdır. Yes. Beyni açıqdır. Bullshitdən dolu deyil. Bir dənə qəşəng sualımız var. Olmaz ki, C# Java üzərindən təməllər keçirilsin. Olar. Amma ideal variant deyil. Niyə? Niyə deyil? Belə bir nümunə deyim. Gəlsən riyaziyyatı öyrənməyə və Azərbaycan dilində bilirsən. Mən də sənə deyirəm ki, get rus dilini öyrən, sonra rus dilində sənə öyrədəcəm riyaziyyatı. Bu da mümkündür, okeydir. Amma çətin və mənasız yoldur. Java-la, C#-la niyə öyrənəsən ki, əgər yerdə C var, C++ var? Yəni bu dəfələrcə yaxşı seçimdir. Bir şey ki, o dillər özü ilə C++-də yazılıb. Okey, yəni bir məsələ var ki, adam biraz biz həmişə kimi də bu qısa getmək istəyirik də bu. Ən qısası elə odur. Yox, elə mənada. Məsələn, okey də mən bir var C++ gedəcəm fundamental, sonra məsələn bir 2 həftə Java öyrənəcəm, sonra Java üzərindən proyekt işləyəcəm. Bu düşünür. Bir də düşün ki, elə qoy elə promo şey öyrənim də mən birbaşa. Bax indi fundamentalı oradan öyrənim. Mən də o tərəfdən baxıram da məsələyə. O sual verən adama buradan səslənirəm. Bax, sən C#-dır, C++, nəm Java-dır. Bunlar məsələn abstrakt şeylərdir. İnsan bundan necə deyim, mümkün deyil ki, bir adam səhər dursun desin ki, mən C#-la backend öyrənəcəm. Düzdür. Yəni onun nə istəyir? Bu suallarda mən görə bilmirəm ki, kimsə hər hansı bir proyekt işləmək istəyir. Hər hansı bir challenge eləmək istəyir. Ona bir solution axtarır. Hamısı belə dillərə yapışır. Məsələn, səndən düz deyil. Məsələn, mən deyir ki, mən nətər deyə bilərəm ki, mən C#, bu hardan gəlir? Deməli, kimsə yeridib də sənə o ideyəni ki, C# olmalıdır. İş elanlarından. İş elanlarından, hə. Yəni C# developer, Java developer. Hə. Hətta yox, absurdluq nədir? Hətta biz təhsildə də onu görürük axı. Tədrisdə də onu görürük. Java tədrisi, C# tədrisi. Hətta onun təqaüd proqramında da sırf o hissəsini verir. Yəni sən necədir? Bu köklüdür də. Bu HR-dan gəlir, bu tədrisdən gəlir, bu açar sözü hər yerdə fırlanır da. Bu adam okey də sənin kimi pro deyil, bu adam nə biləcək onu? Bilməli də deyil. Bilməli də deyil. Okey də mən Java-nı öyrəndim də bunu da. Və okey, mən də hər hansı bir X kursam, deyirəm ki, kodçular boş söhbətdir. Gəl sən bunu Java-nı öyrədəcəm. Fundamental hamısı bunu sən gedəcək. Projedə Java üstən olacaq. Nəyəsə, nə özünü öldürürsən? Gəl bir dənə dil öyrənim, get. Vaxtı da qısa, tez bazar, hər şey də əlində. Satmadı, satır da. Satır. Çünki insanlara nəsə satmaq çox rahat deyil üstən. Nəyə aldanırlarsa onu da satırlar. Yox, sən necədir? Nəsə bilməyən adama, məsələn, sən deyim, reallıq deyim. Okey də. Bu gün fundamental olmasın. Mən istəyən adamla oturum, ona inanıram ki, tekstdə fundamentaldan vacibdir. Bilməyən adama inandıra bilərsən. İnandıraram. Bilməyən adama deməzdim. Bilməyən deyəndə ki, sən onu, yəni ki, sən necə var? Yox, məsələn, bilən adamlar da gəlsə, zaten onlar o şeylə gəliblər də, başa düşürsən necə? Yəni onlar da o ənənəni görüblər də. Neçə illərdən zaten tekstə gedir də hər şey. Okey, sən necədir? Bir insan gəlib neçə yaşına çatıb, elə burada bunu gördü. Gəldi burada bunu dedilər və məsələn mən bir şahmat olsun, şey çox belə necə deyim, o xarakterlər var idi. Məsələn kinodakı adam gəlir A, B, C, D. Yəni həyat belə deyil axı. Yox, amma manipulyasiya edə bilirsən də müştərini. Yəni elə ora təcrübəli satış adam oturar ki, sən fikirləşirsən. Təcrübəli, yəni elə manipulyasiya elər ki, adam deyir ki, bu adam mələkdir, bu didikdir sən demə. Mən səndə məsəl düşünmüşəm. Mən onu demək istəyirəm. Hətta seniorlar da bəzən o təzə başlayan dəfələrcə olur. Kursları o vaxt yeni başlayanda yadıma gəlmir. Bizim elə ilk bizlə dirəşənlər elə developerlar oldu. Razılaşmırlar. Yeni konsepsiyadır. Dava qırğın düşürdü ki, bəs siz niyə? Onlar iki hissəyə ayrılmışdı. Razılaşanlar və razılaşmayanlar. Sən bu кейsdə necə deyə bilərsən ki, ana satarsan? Satarsan da qardaş. Yəni elə bir şey deyərsən ki, elə bir tutunacaq bir iddia qoyarsan ortalığa ki, adam deyir, okey də satarım. Bu gedər yəni. Bilsən necə deyil? Yəni abi, yəni satış adamı hər şey satar da. Məsələn kimi. Sən mən orada bilgisiz 80% adama satarsan, məsələ ona gedir ki, sən istəsən onu eləyərsən. Amma məsələ o deyil də. Məsələ odur ki, bunun düzgün variantı nədir? Yəni sən bunu həqiqi düzgün çatdırırsansa insanlara və adi atıram. Yes, kimsə məsələn bu gün kodçuları izləyirsə, sən ona çətin satarsan onu. Deyə saxlayır, orada Rüstəm müəllim başqa şey deyib axı. Başqa şey olmalıdır, meyarlar.
Amma mən bu gün bilirəm ki, bizə bu gün olsun 25 min adam izləyirəm. 25 min adam bəlkə də bu gün əksəriyyəti yenə də şübhəli qalıb ki, görəsən bunlar doğrumu deyir yoxsa yox. Nəticələrə baxsınlar. İnanmağa çalışmasınlar. Rüstəm sən necə? Nəticələrə baxsınlar. Çox rahat ya müştərini aldatmağı. Bax bir dənə bayın sual, abi qulaq as. Bayın bir dənə sual gəlir. Tələbələrdən gözləntiləriniz özünü doğrultdumu? 90-70% məzun işləyir. Bu söhbət nə dərəcədə doğrudur? Bax cəmaət yazıb da qardaş. Tamamilə yalandır. O millət yazır da bunu. Bax biz yetmirik ki. Bax sual yazır. Yox, kimin səhifəsində, landing page-ində falan 90%, 70% falan şeylər yalandır. Bir nöqtə olaraq yalandır. 90 istəyirsən həyatda belə ən yaxşı metodologiyanın, ən yaxşı proqramlaşdırma kursu ol və ən yaxşı tələbələri yığ. 80-90% nəticə olan deyil. Çünki birincisi gələn tələbələr hamısı iş dalınca qaçmır. Onlar sadəcə proqramlaşdırma öyrənmək istəyir. Kimisə işləmək istəyən vaxtı başqa şans düşür əlinə, başqa yerə gedir. Yəni o insanın özünə qalan bir şeydir. Yəni getmək istəyir yoxsa. Və insanın özün satmaq bacarığından da asılıdır. Biliyi var, özünü sata bilmir. Adi CV-ni düzəldə bilmir. Adi heç bilmir ki, hansı veb-saytlarda girib iş elanlarına baxmalıdır. Ya da ki, işləmək istəmir. Ya da işləmək istəmir. Yox, tamam ki, bu doğrudur. Ümumiyyətlə 90% iş yeri varmı ölkədə? Doğruluğunu necə yoxlayırsan? Girirsən sosial mediasına, baxırsan ki, o adamın neçə dənə tam ki də işə girən tələbəsinin revyusu var. Sertifikat alan yox ha. Rəylərə baxın. O yəni ki, 70-90% kursun diplomunu alıb. Hə. İşə girməyiblər. Hə. Nə bilim mən cəmaət belə yazır bilmirəm. Yəni ehtiyatlı olsunlar. O ofisin yanına bunu da əlavə eləsinlər. Xeyir. Bəs yaxşı, tələbələrdən gözləntilərimiz özü doğruldurmu? Kursların tələbələrindən. Bilik cəhətdən 90% doğruludur. Satış cəhətdən. Hə, satış cəhətdən, yəni özlərini satmaq, bu iş həyatına hazır olmaq, bayaqlar dediyimdə amillər biz postu görmüşük, təlimlərə giririk. Yəni bəli. Rüstəm biri də təlimlərə giririk ki, yəni insanlara belə deyim də bir növ necə deyim o bir növ dəstək oluruq. Mənəvi dəstək olmağa çalışırıq ki, yəni bir də sorğu-sual. Yəni hətta bir dənə bizim bir dənə tələbəmiz var. Yəni bizi freelance proyektdə işlədi. O məsələn o insanda məsələn nə problem var? İnsan əjdahadır da həqiqətən o. Mən o ilk dəfə görən dedim sən birbaşa senior olacaqsan da böyük ehtimalda. Amma o bir dənə problemi var ki, o texniki intervyulardan çəkinir, perfeksionist yanaşır. O deyir ki, yox mən hər şeyi bilməliyəm də. Ona görə hələ də məsələn texniki intervyu özü üçün layihə işləyir. O heç düzəlmə səbəbi ingilis dilidir. İngilis dili. Ən böyük problem. Gedir bilə hamı. Hə. İngilis dili bəladılar düşüb də canımıza da. Kaşmarla problemdir. Mən səhərdən axşama kimi oturub fikirləşirəm ki, mən görəsən nəyi eləməliyəm? Yəni günümün çox şey, çünki nəyi bilmədiyimi bilmirəm. Adamların qabağında konkret olaraq hər şey çözülüb qoyulub ki, bunları eləməlisən və onu da yenidə eləməlisən. Hə, mənə dəlil eləyən çox odur. Mən deyirəm niyə eləmir? Yəni hər şey çözülüb qoyulub, instruksiya yerində, nəticə yerində. Eləməyəndə görürsən necə olur. Eləyəndə görsən nə tər uğur qazanır tələbə. Hə. Bir gündən nə olur? Əslində səncə normal deyilsən ha. Yox, mən demirəm normal deyil. Sadəcə olaraq bunu da sən deyilməli, bu da deyilməli. Yes, deyilməlidir. Sadəcə biz bilməliyik ki, biz hər gün eyni modda deyilik, hər gün eyni atmosferdə deyilik. Amma mən hər gün işimi görürəm. Yes, hər gün işimi görürəm. Disiplin var. Onun söhbəti adi. Bu gün mənim keyfim var, oxuyuram, amma mən depressiyadayım, oxumuram. Yəni o söhbət yoxdur. Yəni işi görməlisən. Oturmalısan, davamlılıq olmalıdır. İşi görməlisən, işləməlisən. Okay, sən isə de. Yenə də bayaq gəlirəm. Bəzi hissədə sosiallaşmanın haqqını biz verməmişik. Kodçular olaraq. Yox, ümumi insan olaraq. Yəni insan olaraq biz yetişiriksə, yaşayırıqsa, bu ego development aşağıdan ikinci levelimiz var da, bu tənövşəyə level. Onun birinci hissəsi sosiallaşmaqdır. Biz hələ o levelin haqqını verməmişik, sosiallaşa bilmirik. Və biz hələ də təhsili, dərd orasıdır ki, niyə bu gün istədiyimiz nəticəni alırıq? Çünki biz təhsili sosiallaşmaq üçün bir alət kimi görürük. Biz deyirik ki, gedim ora. Sən bu gün sənə məsələn ofisdir, otelə oxşuyur. Qardaş, adam bu günlərim sosiallaşmağa bir bəhanə axtarır ki, gedim orada nə səbəb sosiallaşdım. Bu gün dərd budur.
Yenə də o bəzi hissə gedir amma o bayaq o IQ məsələsi danışdığım o tək qalan insanlara gəlir. Bunun hamısı problem ondan gəlir ki, biz o levelların haqqını verə-verə qalxmırıq yuxarı. Natural təkamül getmir, hə. Yarı-yarım gedirik. Yarı-yarı gedəndə də sən istər-istəməz hardakı yarımçıqların var, o necə ki sən Doldurmalısan. proqramminq öyrənmirsən, tekstə görə yenə yarımçıq qalır, yenə burada eyni söhbətdir bax. Həyatını da elə doldurmalısan. İnkişafın da elə getməlidir. Biliyində elə olmalıdır, öz inkişafında olmalıdır, özünü sorğulamağında elə olmalıdır. Adi bir sual verirsən ki, bura məsələn, bax bu gün podkastda buna niyə baxırsınız? Bax bir dənə sual verin. Mən bu gün podkastda niyə baxıram? Və yaxud da bax Instagramda, TikTokda bizi izləyənlər, bu reelsə niyə baxıram mən? Nə öyrənmək istəyirəm? Mənə enerjimi lazımdır. Mənə fərqli baxışma lazımdır. Mənə informativ hissə lazımdırmı? Bəlkə sən deyirsən mənə proqramlaşma. Biz ki bizi çox adam izləyir. Proqramlaşma deyil, dizaynerlər izləyir, müəllimlər izləyir. Çox adam izləyir bizi. Heç proqramminqə aid olmayan insanlar çox izləyir. Məsələ burasıdır ki, onların hamısını birləşdirən bir cəhət var da. Peşəkarlıq. Yox, peşəkarlıq söhbət deyil Rüstəm. Məsələ odur ki, bizim bu gün danışdığımız hissələr mən bilirəm, hiss edirəm biz nə danışırıq. Bunu nə evdə, nə məktəbdə, nə universitetdə, nə ətrafında heç kəs danışmır. Bəli, heç kim. Bu baxışı heç kəs vermir. Bu sorğulamanı heç kəs ona eləmir. Və o adamlar bir növ bu videolara baxanda onların beynində bir lampa yanır. Aha, belə də baxmaq olarmış. Sən demə bu hissələr də var imiş. Sən demə bunu belə yox, belə də eləmək olarmış. Yəni bunlar nə qədər çoxdur bizdə. Və demək ki, biz hələ o hissələrə getməmişik də dostum. Təlimə gəlirik, spiral dinamika. Məsələn, adam deyir ki, niyə ödənişlidir? Çünki ödənişli olanda insan bir şeyin, necə deyim, məsələn, haqqını verməlisən, təhsil ödənişsiz olmur. Əgər biz bunu 3 il, 4 ildir gediriksə bu yolu, belə deyim, ödəniş bizə ödənişli sözü deyilən mənə elə gəlir ki, bu pis bir şey kimi qəbul olunur da bizdə. Marketinq satış deyəndə pis bir şey kimi qəbul. Bu Sovetdən gələn qəlibləşmədir. Halbuki həyatı boyu özləri heç kimə pulsuz heç nə eləməzlər onu deyənlər. Bu bir. İkincisi, sən nəyəsən mənim üçün? Bəzən deyirlər ki, okey, bunu belə. Deyirəm, dostum, mən deyirəm sənsən də. Sən mənə pulsuz vaxtını ayırarsan, 150 metr qazıb gələrsən oradan bura. eləyərsən nəyəsə mənim üçün pulsuz. Sadə desəm Emil, pul, ödəniş nədir? Sənin əziyyətin indiki iqtisadi dövrdə, kapitalistik dövrdə kağız formada dəyəridir. Və yaxud da ki, enerji. Və tam enerji, bu və normal bir şeydir. Sən necədir? Bax, burada bir karma pozulur da Rüstəm. Sən gəlmisən təlimə və yaxud da mentor, fərdi mentorshipə gəlmisən. Sənin mənə verəcək heç bir şeyin yoxdur. Okay, yes. Düzdür? Və məndən ancaq alırsan. Düzdür. Mən sənə enerji verirəm, həyat təcrübəmi verirəm, sənə düşünmə tərzi verirəm, sənə fərqli yanaşma verirəm, hər şey verirəm də sənə də. Sən nə edirsən? Bir maqnit kimi məni çəkirsən də, plus minusdur. Çəkdinmi? Üstünə nə verirsən mənə yaxşı? Mən səninlə görüşən sonra yoruluram. Bəs mən o yorulduğumun enerji sərfimin qabağında səndən nə alacağam? Ya sən mənə nəsə verməlisən, kompensasiya eləməliyik biz biliklərimizi. Və yaxud da sən hələ ego developmentdə o levelda deyilsənsə, mən sənə yalnız ötürürəmsə, mən səndən salmalıyam da dostum. Bu karma pozulmalı deyil də, bu sinerji olmur da onda. Ancaq bir tərəfli enerji ötürməsi olur da. Ancaq mən sənə elə bir ki, buradan ötürmə verirəm ancaq. Bir tərəfli olmur axı nəsə. Bir də pulu kim verir? Qərarlı insan. Sən ən azından heç olmasa bilirsən ki, o ödəniş böyük bir şey deyil də. Ya əslində gözəl şeydir, onu düz deyirsən. Keçən bir yazıb ki, bu ödənişə dəyməz. Gözəl qardaş, sən gəlmə. Bizim izləyir, ödəniş gəlmə, gəlmə. Lap yaxşı. Sən elə o yerində də qalacaqsan elə. Elə gedib o bəlkə də bir dənə kofein pulunu gəlib bura vermirsən, onsuz da ödəniş nə ödəniş? Yəni tələbə onsuz biz simvolik bir ödəniş qoymuşuq. Sənin kimi adamlar gəlməsə yaxşıdır. Mənim daha yaxşı enerjim, mən orada baxıram ki, inkişaf eləmək istəyən adamlar gəlirlər. Keçən danışır, oğlan bir qayıtdı dik orada. Mən indi başa düşdüm ki, mən niyə Avropa gedəndə rahatlaşıram, sonra qayıdıram burada sıxılıram, təzədən gedirəm orada rahatlaşıram. Mən də təlimdən sonra bu sualımın cavabını tapdım. Yəni sən nəsə fərqli bir şey tapmaq istəyirsənsə, nəsə fərqli bir şey öyrənmək istəyirsənsə, mütləq şəkildə ya nəsə verməlisən müəllim, ya pul verməlisən, ya vaxtını verməlisən, ya enerji verməlisən.
nəsə bir şey olmalıdır. Bu havadan kiməsə nəsə elə belə gəlmir. Bir də mən o ağlımda qaldı o deyir, siz reklam edirsiniz, satış edirsiniz, marketinq, buna çox söz atırlar. Onu deyən insanlara bir şey deyərdim ki, sən dostlarına özünü reklam eləməmisənmi? Qızla tanış olanda özünü reklam eləmirsənmi? Hamısı satış prosesləridir. Hamısı satış prosesləridir bunlar. Hər zaman satışdır. Yəni sənin həyatın reklam və marketinqdir. Narahat olma, səni qınamıram. Onsuz da bu tam normal bir şeydir. Yəni iş görən insanların da içində marketinqdir, satışdır bu. Bunlar alətlərdir. Kim marketinqi pis tərəfə istifadə edirsə, olan öz problemidir. Marketinq nədir? Mənim düzgün insanları düzgün vaxtı istədiyi düzgün produktumdan qabaqlarına çıxım. Marketinq sadəcə budur. Və bir də eşitmək istəmirəm o söhbətləri, kommentdə. Yəni baxsınlar da artıq və özləri qərar versinlər ki, bəlkə izləmək lazım deyil, bəlkə kodçularda da ola bilər. Yəni əgər 100%. sizin mental sağlamlığınıza ziyan vurursa, Həm də Sovetin qəliblərlə gedirsə izləməyin. Onsuz da O qədər tek Xeyir gəlmir. blogerlər falan var mı? gedin izləyin. Təməlləri bilmədən işləyənlər necə? Və bu vaxta qədər necə işləyiblər? Məsələn, dostlarınızla da işləyirlər. Bir sual gəlmişdi bizə tələbələr. O sual çox gəlib. Deyir, indiyənəcən işləyənlər bəs necə işləyirlər? Hamısı təməl bilib işləmir ki. Birincisi belə deyim. 100 manatlıq developer olmaq istəyirsənsə, təməlsiz başla. İkincisi, Niyə 100 manat? nəyə görə yaxşı sualdır? Çünki təməlsiz, yəni proqramlaşdırmayı bilməyən developerin həmişə çox zəif mühitdə işləyir, həmişə pozisiyası zəif yerdə olur, inkişaf eləmir də insan. Yəni bu sənətin haqqını vermir və həmişə də adi AI-ın bir dənə hype-ından, belə informasiya hype-ından qorxur. Nəyə görə qorxur? Çünki bilir axı reallıqda heç nə bilmir. Hazır framework istifadə edir, əzbərə istifadə edir də və qorxur ki, nəsə dəyişsə bu frameworka ehtiyac olmasa o işsiz qalacaq. Həqiqətən də elədir, işsiz qalacaq. O belə deyim də, 2 dənə sənətkar var. Ev ustası deyim, sənətkar. Biri real sənətkardır, biri də əzbərçidir. İkisində də eyni alətlər var. Qeyri-peşəkar sənətkar öz alətlərini iş görməyinə güvənir, amma real sənətkar isə o alətlər oldu olmadı, onsuz da işin görəcək. Alətlər oldu daha yaxşı sürətli görəcək. Amma qeyri-peşəkar usta əgər işi ancaq bir dənə şeyi əzbərə görməkdirsə və sabahsı gün hələ aparat çıxsa ki, onun yerinə onu eləyəcək, o işsiz qalacaq. Və yaxud da ki, o tip ustaların bir dənə Yaxud da mən ortaq fərqli cəhəti edirəm. var. Hər dəfə gəlsən deyir, burası xarab oldu da. Hə. Növbəti dəfə burası xarab oldu da. Yaratmırlar. Yaratmırlar. Heç vaxt yaratmırlar. Çertoş oxumaq, o məsələn fundamental olan adam çertoş oxumağı bacarır da, yəni çünki 11. Çox şey bacarır. O birdə də paputidir. Metrə səfərəcək. Yəni bu necədir paputi gedir. Yəni paputu. Paputi olsun. Gərək bir o çertoş oxumağı bacarasan, onun bir təhsilini alasan, Baş çıxardasan. Yes. İndi burada bizim indi məqsədimiz şey deyil burada. Necə deyim də? Linç eləmək deyil də. Məsələ odur ki, okey, bu adamlar işləyirlər, amma ki next step Hə, o hissəsinə də o hissəsinə deyim. Sadəcə o sual, hələ sualdan özünə bəraət qazandırıb hələ davam eləmək istəyənləri mən əslində linçləyirdim. Amma reallıqda məsələn o tip developerlər ki, proqramlaşdırmanı buraxıb məsələn tech stack-la başlayıblar çoxdur və o normal bir şeydir və mənim də həyatımda bir müddət bəzi anlarda avtomatik o baş vermişdi, özümün də xəbəri olmadan bəzi segmentlərdə. Hə, paputi gedirdim. Gah yaxşı gedirdim, gah da paputi gedirdim. Və onlarda proqramlaşdırma daha yaxşı alınır. Çünki onlar çox böyük əziyyət çəkirlər, özləri də hardasa hiss edirlər onu. Sən bəlkə əziyyət çəkməkdən cəmaatı qorxuduruq biz. Ola bu sən necədir? Əziyyət niyə çəkir? Bu Əziyyət çəkirlər. Düzgün getməyəndə əziyyət çəkirsən də. Əziyyət çəkirsən, amma bu əziyyət sözü var ya, bu biz bəzən bizim əslində proqram bazarına verdiyimiz bir travma odur ki, oturub danışırıq. Reallıq odur ki, biz insanlara proqraminqin dəhşətli dərəcədə bir ağır yol olduğunu
elə bir aşlama vermişik bəzən. Hə, elə təəssürat vermişik. Yox, səbəblərimiz var bəzi məsələlərə Var, amma ki amma ümumiyyətlə bu kiməsə görə əziyyətdirsə, o gəlməsin. Yes. kiməsə görə zövq, amma belə deyim də bu bir bundan rahat nə var? Sən sevərək eləməlisən də. Məsələn deyirlər, bir şey var da, sən gəlsən motoristin yanına bir motor söküb yığmağı öyrənirsən. Onun da bir əziyyəti var da, adam o boyda motoru sökür, çıxarır, yağını tökür, nə bilim, təzədən onun bütün motora qarşı heç bir interesi olmayan adam üçün, yes, o əziyyətli işdir. Amma Həvəsi olmayan sevən adam onu sevəcək. Motoru qucağında daşıyır. O da yenə də gəlirik, yenə də perioda gəlir ki, o adam da 3 aya motorist olmur axı. Onda oturmalısan bir ustanın yanında bir 6-7 ay işləməlisən. O adama getməlisən ora, gəlməz. Vecinədir. Yox, sən o söhbətə getmə. Nə əziyyət vecinədir. Yox, elə baxma da. İndi məsələn adam var deyir ki, okey, mən gedirəm usta yanına, bir bərbər yanına gedirəm, öyrənirəm 3 ay 4 ay. Yəni o uçenik oldum. Ondan sonra artıq özün çıxırsan da, sərbəst şəkildə işləyirsən. Yenə də ona bir müəyyən proqram eyni qaydadır da, eyni qayda dəyişmir ki. Yenə sən orada necə noviçoksan, yəni juniorsan, yavaş-yavaş bişirsən, müxtərləşirsən. O fərqli saç növü görürsən, hər də bunu. Bir progress gedir də, bir yolun həvəsi. Yeni stil, misal stil. Və hamısı da o da ki, yəni səni inkişaf elətdirir də. Və bəzən də elə səslənir ki, hamısı eyni yolu getməlidir. Junior, senior. Yox, o burada sənin öz stilin ola bilər, kod yazmaq stilin, falan kəsin başqa stilin, motorist istəməsən. Əsas odur ki, sənəti sevəsən. Məsələn, proqraminqi sevən insanlar kodla yatıb durur, nə bilim, motoristliyi sevən, məsələn, usta motoru qucaqlayır. Əsas odur ki, həvəsin olsun. Yəni həvəsi olanda səbirə də ehtiyac olmur, böyük vaxta da ehtiyac olmur, işindən zövq alır, davamiyyət də olur, qazancı da olur, karyerası da olur, hər şey də olur. İdeyam da var. Bir bu sən dediyin model. Bir də bir adam hər hansı bir proyekti görmək istəyir. Yəni konkret olaraq, maddi olaraq biznes məsələ baxır ki, mənə bu lazımdır, düzdürmü? Və gedir onun üçün nə lazımdırsa, öyrənə eləyir. Hə. Bu ikisindən savayı hardasa, məsəl görmüsünüz ki, nəsə developer vakansiyası var. Eyni adı götürüb hansısa kursda axtarıb, onu öyrənib ora getmək bu mənə görə absurddur. Okay. Bilmirəm. Yəni bir də qəşəng sualımız da var burada. Biz hamısını oxuyuruq sualların, yoldaşlar. Yəni seçmişik ən qəşəng. Ya hamısını oxumusansa necə seçirsən? Yox, sən necə? Ya hamısını oxuyursan. Elə suallar var ki, bir də 40 dəfə danışmışıq da, hər dəfə o sual var. Onlarca da səsləndirmirəm. Elə sual var çox primitivdir. Onları səsləndirmə mənası yoxdur. Məsələn elə sual var. Keçən biri daha tek-tek içindən sual verib bizə. Yəni o sual detallardır. Detallar. Onlar çıxırıq. Yəni hansı suallar ki, auditoriya maraqlı ola bilər. Sualın bir qəşəng bir olacaq. Sertifikatın önəmsiz olduğunu deyirsiniz. Niyə postda sertifikat qeyd etmisiniz? Aha, digər cavab ver. Digər cavab ver. Belə deyim, sertifikat yenə də bu sahədə sənin beynində daşıdığın bilikdir. Bizim sertifikata qalanda isə belə deyim də bu reputasiya söhbətidir. Məsələn, nətər universitetlərdə fərq eləyir? Məsələn, bir var sən Mozambikdə bir universitetə gedəsən, bir də var Harvarda gedəsən. Bunların ikisinin diplomunun arasında fərq var status cəhətdən. Nəyə görə var? Və olmalıdır, çünki Harvardın göstərdiyi nəticələrə bax, 90-a yaxın Nobel mükafatçısı işləyir Harvard Universitetində, zarafat deyil. Və yaxud da ki, hər hansı bir çöldən gəlmə bir universitet, primitiv, əlbəttə ki, o diplomlar müqayisə olunması deyil. Və o diplomlar statusu real işləri əks elətdirir. Necə ki, bizim də sertifikatda vaxt getdikcə həll oldu. Bir də nə məsələdir, hamı gəlir ki, bəs bunu imzala sertifikat aparıram. Çünki fikir verirlər, şirkətlərdə fikir verirlər. Möhür vurur imzala. Hə. O təhsildən də gələ bilər, biraz rəsmilik istəyirlər. Nə məsələsidir? Bəlkə də ola bilsin şirkət deyir ki, möhürümü vursunlar ki, mən dəqiq bilim ki, bu kodçulardan gəlib. Bəli, o da olur. Çünki kimsə götürüb çıxartıra bilər də bilər. Hə, çap eləyə bilər. Növbəti sual odur ki, proqramlaşdırmada disiplinli çalışsaq, nə qədər zaman lazımdır ümumidə? Baxır. Məsələn, belə deyim də, tutalım adam back-enddə gedir. Hə, bax o başqa belə bir case deyək ki, back-enddə gedən adama ümumilikdə nə qədər tədris prosesi getməlidir? Normal həvəsi tələb etsə, normal məntiqi varsa, yüksək demirəm, normal məntiqi varsa, normal həvəsi varsa, o insan proqraming 4-6 ay ərzi proqramingdir. Text tərəfi bəs? Text back-end isə məsələn 3-4 ay.
öyrənib proje işləməyi bilir. Bəli. Məsələn, tutaq ki, front-end seçirsə, front-end iş Artıq 8-10 ay deyək də belə. 8-10 ay. 8-10 ay. Hə, normal perioddur. Normal period. Yəni 8-10 aya proqraminq öyrənir, texnologiya, bilik bazası yığır, praktika eləyir və ortaya nümunəvi layihə qoyur. Yəni bunu 8-10 ay. Sonuncu sualımız da budur ki, reklamlarda hamı istifadə elədiyi xüsusi metodika nə olan şeydir? Xüsusi metodika işləməyən metodikadır. Və yaxud da başqa deyərdim. Xüsusi metodika nədir? Xüsusi metodika sənin Xüsusi çalışma mən razılaşıram. Deyim də. Çalışmaları var, baxın necə. Yox, xüsusi metodika deyəndə olar mən deyim də əslində nə deyirlər. Yeni bir açar sözü ki, böyük ehtimalla sən eşitməmisən, cazibədar gələcəksən bizim yanımıza. Belə. Maraqlıdır məndə xüsusi metodika var. Xüsusi metodika və çox ümumidir. Bizim çalışmamız xüsusidir. Hə. O birə-bir səsidir. Amma metodikada qardaş, yəni silabus ortalıqdadır. İstərsə məsələn Dartuda xüsusi görsən nədir orada xüsusi maraqlı. Nəysə, necə deyim, tam izah eləyə bilmirsənsə, orada müəyyən sifətlərdən, modal sözlərdən istifadə edirsən də. Məsələn, izah eləyə bilmirsən, amma deyirsən bu xüsusi bir şeydir. Və xüsusi sənin üçündür. Special for you. Hə, izah eləyə bilmirsən xüsusi həqiqətən demişkən də nədir? Bu yenə atmosfera ilə tandemdə olan. Sən bazar görsən necə formalaşır. Qəşəng də bazar Bir tərəfdən düşmək istəyən adamlar var, digərdən də onu düşürən adamlar var. Düşmə Ahmedim. bir tərəfdən tələ var, bir tərəfdən də pendir var. Hər şey var da bazarda. Hamı da xoşbəxtdir. Hamı da xoşbəxtdir. Yes. Amma bizim işimiz nədir? Biz ancaq sevinə bilərik. Hə, sevinə bilərik. Biz sadəcə düzgün informasiya veririk. Yerdə qalan zaten seçim hər kəs üçün sərbəstdir. Biz nə edə bilərik? Biz ancaq əlimizdən bu gəlir, onu da veririk. Qalan şey artıq bizim necə deyirlər, iradəmiz kənardır, iradəmizdən kənar. Çünki onlar artıq özləri qərar verməlidirlər. Yenə də qərar verməlidirlər. Hər şey qərarın üzərindədir. Yoldaşlar, düşünürəm bugünkü podkastımızı tamamlaya bilərik. Kodstar tarixinin ən sakit, ən birini podkastı oldu. Yəqin ki, dinləyənlər yorulmadılar. Bir zəhmət podkast bəyəndinizsə, fikirlərinizi, like-ı, yəni yazın, bizim də əziyyətimizi dəyərləndirin. Və maraqlı sual verin növbəti podkastda da onu qeyd edək. Yazın. Instagram hara gəldi yazın, problem yoxdur. Onun hamısını oxuyuruq. Kommentdə yazanda biraz o argumentasiya hissəsi var ha. Bir dənə yazandan sonra məsəl üçün üstünə həmişə eləyirəm onu ki, okey, mən nə yazdım burada. Bəzən bir cümlə bitmir, başqa bir ideya başlayır. Sonra şey olur. Yəni tuzla bilmirsən ki, adam nə demək istəyir. Bəlkə də necə deyim, həyatın sirrini tapır. Ola bilər. Və yaxud da emosional yazıb. Bəli. Bəzən o hissədə yaxşı argumentasiya gətirin ki, bizə də bir şey əsaslandırın. Yəni sualınız məntiqli olsun, yəni əsaslandırın da, sadəcə kefə yazmayın. Bundan sonra da podkastlar davam eləyəcək. Təlimlər, seminarlar olacaq. Şəxsi inkişaf olsun. Tək proqraminqlə, Kodstarı tək proqraminqlə limitləmək istəmir açığı. Yəni Kodstar biz çox şeydən danışa bilərik. Marketinq danışa bilərik, satışdan danışa bilərik, startapdan danışa bilərik, şəxsi inkişafdan danışa bilərik. Hər şeydən danışa bilərik. Ona görə təlimlərdə podkastda düzdür bunları qatmaq istəmir hamısını bir-birinə. Ona görə də maksimal dərəcədə ən çox şəxsi inkişaf filan məsələlərini təlimdə, seminarda bir yerdə olaraq belə deyim də o seçilmiş auditoriya ilə onu aparmaq istəyirik. Ona görə də izləmədə qalın. Sağ olun. Sağ olun.